Rəhman və Rəhim olan, bağışlayan Allahın adı ilə. Xoş gördük, əziz inamsevərlər. Müqəddəs Ramazan ayının 22-ci günündə imsaka doğru mələklərin seyr etdiyi bu məqamda bizə dəyər verərək bizi izləyən çox dəyərli izləyicilərimiz. Allahın mərhəməti, rəhməti, şəfqəti, sağlam bərəkətli, bol ruzili, uzun ömrü hər birinizin üzərinə olsun. Bəli, bizlər yenə də İnam komandası olaraq Allahın izni, Azərbaycan dövlətinin himayəsi ilə İslamın doğrularını, Ramazanın fəzilətlərini sizlərlə bölüşmək üçün gəldik. Sonsuz mərhəmətin, rəhmətin, şəfqətin sahibi, canımız qüdrəti əlində olan Rəbbimizə həmdi və sənalar, şükürlər olsun. Yenə də İnam komandasının fədakar heyəti bu xidmətdə olmaqdan şərəf duyurlar. Qonaqlarımı təqdim etmək istəyirəm. Yenə də İnamın işığında bizi tək qoymadı. Azərbaycan İlahiyyat İnstitutunun kafedra müdürü, sözün həqqi mənasında ölkəmizdə vəhdət, birlik, bərabərlik uğrunda layiqincə mücadilənin önündə dayanan ustadlardan ilahiyyatçı, alim, mənim də çox dəyər verdiyim və artıq İnamın işığında milyonların sevərək izlədiyi və görmək istədiyi Əhməd müəllim Niyazov. Ustad, xoş gördük, şərəf verdiniz. Ramazan həm də dua mövsümüdür. Mövzumuz da dua ədəbi olacaq. Yəni bu dua ayında sizləri xoş gördük. Allah bütün ibadət edənlərin dualarını qəbul etsin. Təşəkkür edirəm, minnətdaram. Allah razı olsun. İbrahim Quliyev İnamın işığında illərdir ki, o da vəhdətin, birlik və bərabərliyin, din və dövlət münasibətlərinin möhkəmlənməsi uğrunda layiqincə mücadilə verən sayılı ilahiyyatçı alimlərimizdən, Azərbaycan İlahiyyat İnstitutunun müəllimi, eləcə də Hacı Cavad məscidinin imamı, ayrıca onu da söyləməsəm günah olar, çox sevdiyim və dəyər verdiyim qardaşım. Xoş gördük İbrahim müəllim. Xoş gördük Ağacan. Mən də həm sizi, həm hörmətli tamaşaçılarımızı salamlayıram. Mübarək ayının, mübarək gecələrin mübarək olmasını uca Rəbbimizdən diləyirəm. Allah qəbul etsin. Amin. Öz gözəl Quran avazı ilə İnamın işığında artıq milyonların könlünü fəth edən Qarabağ qazisi, 44 günlük müharibəmizə könüllü olaraq qoşulan, eləcə də Quran ayında nə qədər gözəl bir bəxtəvərlikdir. Quran hafizi, Müşfiqabad məscidinin imam mavini Sadiq Məmmədov hər bir kəsin sevərək dəyər verdiyi, ayrıcı olaraq özümün də canı könüldən sevdiyim qardaşım. Sadiq, xoş gördük. Hoş gördük Seydim. Allah qəbul etsin. Amin. Allah razı olsun. Salam Sona, verirəm. aleykümselam. Sona niyə Kövsər Tağıyevi saxladım? Kövsər Tağıyev İnam verilişinə gəldiyi gündən, İbrahim müəllim, Əhməd müəllim, sizlər bilirsiniz və bunu artıq yüzlər İnama yazırlar. İnam komandasının ən fədakar heyətinə çevrildi. Gecə bilmədi, gündüz bilmədi. İftarda oldu, imsak verilişinə gəldi. İmsakda oldu, iftar verilişinə gəldi. Və xanım redaktor telefon açarkən, baş üstə, mən bu xidmətdə daim varam. Din və dövlət münasibətlərinin möhkəmlənməsi yolunda mücadilədə varam. Gəl ki, İslamın doğruları ola, Ramazanın fəzilətləri. Azərbaycan İlahiyyat İnstitutunun dekan mavini, gənc olmasına baxmayaraq Azərbaycan İlahiyyat elmində artıq öz imzası ilə möhür vurmuş, İnamın işığında milyonların sevimlisinə çevrilmiş, özümün də ayrıca çox sevdiyim və dəyər verdiyim Kövsər Tağıyev, ilahiyyatçı alim. Kövsər müəllim, xoş gördük. Allah razı olsun. Cümləmizdən. Təşəkkür edirəm. Həm sizi, komandanızı, hörmətli həmkarlarımı, eyni zamanda ekran başında bizi izləyən əziz tamaşaçıları salamlayıram. Ramazanın son 10 günündə edilən duaların, tutulan oruçların qəbul olmasını, bu gecələrin bərəkətindən, feyzindən hər kəsin istifadə etməsini arzu edirəm. Amin. Allah qəbul etsin. Gözəl, mükəmməl bir duadır. Quran ayının 22-ci günündə mələklərin seyr etdiyi, ruhların endiyi bu çağlarda qoy söz müqəddəs kitabın, Quranın olsun. Qoy söz Quranın olsun ki, Quranın və şəhidlərin şəfayəti, Allahın özünün ərşdə seçdiyi Qarabağın xilaskarı, Qarabağın fatihi, Müzəffər Ali Baş Komandanımız İlham Əliyev cənabları başda olmaqla yenilməz rəşadətli ordumuzun, qalib xalqımızın
imana silah kimi sarılan sübün erkən çağında oyaq və ayıq şəkildə bizə dəyər verərək bizi izləyən vəfalı izləyicilərimizin üzərindən əksik olmasın. Azərbaycan şəhidlərinin sərvəri Seyid Mübariz İbrahimov, Fərid Əhmədov, general şəhidimiz Polad Həşimov, 1-ci və 2-ci Qarabağ müharibəsinin şəhidləri, antiterror tədbirləri zamanı şəhadət şərbətini içərək şəhid olan aslanlarımızın, eləcə 20 yanvar Xocalı şəhidlərinin və qar uskunu altında şəhid olan hərbi qulluqçularımızın, hər iki övladlarımızın, iki hərbisimiz qar uskunu altında qalmışlar və onların mübarək nəşləri tapıldı. Allah doğmalarına səbir versin. Onlar üçün də niyyət edəcəksən. Bir ayrıca niyyət ümumili liderimiz, mənəvi dəyərlərimizin, mədəni irsimizin, Peyğəmbər və Əhl-i Beyt irsinin ən böyük təminatçısı olmuş Ulu Öndərimiz Heydər Əliyev cənablarının da ruhu üçün, haqq sahiblərinin, bu vətənin, dövlətin varlığı uğrunda layiqincə çalışdığı peşədən asılı olmayaraq ustadlar layiqincə xidmət göstərdilər. Vətən, dövlət var olsun, sağ olsun düşüncəsini könüllərinə hakim etdilər, haqqın dərgahına qovuşublar. Onları da bu mübarək Quran gecəsində anmaq iman məsələsidir. Bir borcumuz da var. Artıq sosial şəbəkələrdə çoxlu sayda izləyicilər bizi izləyir canlı yayımda, İnamın YouTube kanalında və Space televiziyasının vəsiləsi ekran qarşısında bizi 100 minlər izləyir. Onların da vəfat etmişlərinin əziz ruhu üçün ehsan olsun. Elə hər birimizin vəfat etmişlərimiz üçün. Niyyət bəllidir. Bu niyyəti təkrarlamaqda ustadlar, yəqin ki, xeyir var. Fayda var. Elə isə ya Allah, Bismillah. Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. الرحمن علم القرآن خلق الإنسان علمه البيان الشمس والقمر بحسبان والنجم والشجر يسجدان والسماء رفعها ووضع الميزان ألا تطغوا في الميزان وأقيموا الوزن بالقسط ولا تخسروا الميزان والأرض وضعها للأنام فيها فاكهة والنخل ذات الأكمام والحب ذو العصف
تكذبان خلق الإنسان من صلصال كالفخار وخلق الجان من مارج من نار فبأي آلاء ربكما تكذبان صدق الله العظيم اللهم صل على سيدنا محمد النبي الأمي وعلى Salam olsun könüllərin sultanı, axırın və əvvəlin seyyidi, yaradılmışların ən əşrəflisi, İslamın günəşi Məhəmmədi Mustafaya. Salam olsun onun mübarək ev xalqına, əziz əhli beytinə. Salam olsun dörd xəlifiyə. Salam olsun Quran ayında siddiqlərə, sadiqlərə, müttəqilərə. Salam olsun bu əziz günlərdə adı çəkilməyən, 10 illərlə, 100 illərlə qəbirləri ziyarət olunmayan, qəbirlərdə inləyən o ruh sahiblərinə ki, oradan çağırarlar. Yoxmu bir Fatihə verən, yoxmu bir salam və salat göndərib şəfayətini bizlərin axirəti üçün diləsinlər deyən niskilli Rus sahiblərinə. Bir də Allahın sağlıq və salamı olsun. Bu an bizi izləyən bütün dəyərli izləyicilərimizin üzərinə. Sadiq, təşəkkür edirəm. Elə Qarabağ qazisi, Quran hafizi öz şəhid qardaşlarını belə anar. Allah Teala haqq sahiblərini, şəhidlərimizi, ulu öndərimizi, eləcə də ekran qarşısında bizi izləyənlərin vəfat etmişlərini, hər birimizin vəfat etmişlərini xəbərdar etsin ki, ilahi təqva ilə, ilahi təslimiyyətlə onları inamın işığında Allahın izni, Azərbaycan dövlətinin himayəsi ilə yaradılmış bu münbit şəraitdə unutmadıq və onlara Quran qirayətini diri şəhid qardaşları, Qarabağ qazisi, Quran hafizi Sadiq oxudu. Səsinə, nəfəsinə, elminə Allah güc versin. Təşəkkür edirəm. Əziz ustadlar, icazəniz varsa sponsora keçid edək, sonra rahat şəkildə dua ədəbi ilə bağlı müzakirəmizi davam etdirək. Buyurun.
Keyfiyyətli məhsulları qidamıza əlavə etməyin çox böyük önəmi var. Gigiyenik tələblərə uyğun, beynəlxalq standartlara cavab verən, əvəzolunmaz dadı ilə sizlərə təqdim olunan cənnət kolbasa və sosisləri yüksək keyfiyyətli ət məhsullarından istehsal olunur. Müxtəlif çeşiddə hazırlanan kolbasa və sosislər ət məhsulları sektorunda qısa müddətdə yüksək qiymətləndirilərək həm dadı, həm də keyfiyyəti ilə istehlakçı tərəfindən nümunəvi məhsul adını qazanıb. Cənnət kolbasa və sosisləri sağlam gələcəyimiz naminə məsuliyyəti dərindən dərk edir və ailənizin bütün üzvlərinə əminliklə tövsiyə olunur. Dadına və keyfiyyətinə, eləcə də halallığına əmin olacağınız məhsul Cənnət kolbasa və sosisləridir. Təşəkkür edirik verilişimizin baş sponsoru olan Cənnət kolbasa və sosislərinə. İnan verilişinin sponsoru Hacı Seylon çayıdır. Unikal dada və ətra malik Hacı Seylon çayının keyfiyyətini onu dadanlar çox gözəl bilir. Çay sevənlər hazırda Hacı Seylon çayının özünə məxsus təravətli dadına böyük üstünlük verirlər. Qeyd edək ki, bu çayın üzərində keyfiyyət nişanəsini göstərən xüsusi qaloqram var. Bu qaloqram Şri Lanka hökumətinin məhsula verdiyi icazədir. Hacı çayı, imtina edilməyəcək təklif. Şah plov düyüləri. Himalay dağlarının ətəklərində xüsusi qulluqla yetişdirilən bol ətirli əsl basmati Hindistan düyüsüdür. Bol artımlı 11-21 ölçüsündə olan şah plov düyüləri ağız dadınıza uyğun ən yüksək keyfiyyətə malikdir. Ən xoş günlərimizdə süfrələrimizi bəzəyəcək düyü. Cənnət ətirli şah plov düyüləri olsun. Sponsorlarımızın hər birinə dualarımla təşəkkür edirəm. Bu əziz günlərdə, duaların ən çox qəbul olunduğu anlarda xalqımızın, dövlətimizin, sponsorlarımızın, hər birimizin sağlam canla ruzimizin bol olmasını təvəqqə edirəm. Bəli, çox dəyərli ustadlar, Əhməd müəllim, sizdən başlamaq istəyirəm. Suallarımız çox olmasına baxmayaraq bugün istəyirəm İslamda dua ədəbi ilə bağlı danışaq. Çünki duaların ən çox qəbul olunduğu inancımıza görə və İslamın hökmlərinə dayanaraq yəqin ki, bunu söyləyə bilərik ki, Ramazan bir ilahi fürsətdir. Ona görə dua ədəbi nədən ibarətdir? İnsanlarımız dua ədəbi ilə bağlı daha çox bizlərə suallar ünvanlayıblar. Söz sizin olsun. Allah razı olsun. Cümləmizin. Buradan fürsət bilərək tamaşaçılarımızın dualarını üçün amin deyərək başlayırıq. Maraqlıdır ki veya ne hikmeti vardır ki oruç ayelerinin arasında dua ayetleri var Kur'an-ı Kerim'de. Bekare suresinde meşhur orucun ferz olmasıyla, ondan sonra onun ahkamıyla bağlı duaların demek ayelerinin arasında biz aynı zamanda Uca Allah'ın dua ile bağlı ayelerini görürük. Buna hikmetini izah eden tefsir alimleri Ramazan ayının hem de bir dua ayı olduğunu qeyd edirlər. Dua elbette çağırıştır, sesleniştir. Dua aynı zamanda idraktır, özünü derktir. Peygamber sallallahu aleyhi ve sellem buyurur ki "Ed-dua'u mukhul ibadat." Dua ibadetin özüdür der. Yani nece ki biz ibadetler arasında namazı, orucu, zekatı, hümsü bunları sadalayırıq. Dua da elinmez hemin ibadetlerden biridir. Biz duanı yerine getirdiğimiz zaman hemçinin bir ibadet üstünde olmuş oluruk. Bunu belə bilmek lazımdır. Ona göre de böyle düz buyurursunuz. Şimdi müəllimlərimiz duanın mahiyeti hakkında danışarlar. Sual duanın edebi ile başlayacak olsak burada dua da bir ibadet olduğuna göre bunun birinci edebi istiğfar ile başlamaktır. Estağfirullah, estağfirullah el-azim, el-kerim, ellezî la ilahe illahu. Çünkü dua hem de müraciat olduğuna göre Allah'a müraciyetin edebi var, bir başlangıcı var. Nece ki besmeledir, hamdeledir, hamd ile sonra salvele salavat ile bu şekilde her müraciyetin bir giriş edebi erkanı var. Ona göre de evvelce demek biz istiğfar ederek duaya başlayırız. Dua samimiyetle olar. Mehmet İkbal, Allah ona rahmet eylesin, deyir ki dua insanın bu kainatın korkunç sessizliği içerisinde onun isteklerine verilen sestir, karşılıktır.
Hakikaten de insan kainatın o korkunç sessizliğini düşündüğü zaman orada onu eşiden birinin olduğunu hissettiği anda samimiyeti ve ona olan o teslimiyeti her şeyden evvel yadına düşür. Allah'a samimiyeti ile dua başlamalıdır. Duada bir de Allah'tan ısrarlı istemek. Bir şeyi dil ucu istemek var ve bir şeyi gönülden istemek var. Israrlı. İsrarla istemek var. Allah menden isteyin ki size istediğinizi verim şeklinde ayet vardır. Bu ayeler aslında bize hem de duanın edebi erkanını öğretir. Aynı zamanda istediğin yerden ummak en güzel edeptir. Ben dua ettim, kabul olmayacak veya olmadığı şeklinde ümitsiz olmamak lazımdır. Dua bir ibadet olduğuna göre bu ibadeti biz yerine getirirken mümin nece düşünebilir ki ben ibadet edirem ancak kabul olmadı düşünebilmez. Dua da bir ibadettir. Ona göre dua ettiği zaman bu mutlak kabul olacak diye onun kabul olacağı düşüncesinde olmalıdır ki Resulullah sallallahu aleyhi ve sellem deyir ki hiçbir mümin yoktur ki ettiği dualar üç şeyden biri ile kabul olmasın der. Yani dualar mutlak kabuldur. Bir, Allah ya o duanı o anda kabul eder. Olabilir ki hemin ettiğimiz dua bizim demek hayrimize veya şerrimize olduğunu bilmediğimiz için. Çünkü biz hikmetini, ondan sonra kaderi gazanı biz evvelceden bilmediğimiz için onun bizim hayrimize yahut zararimize olup olmayacağını bilmediğimiz için Allah bizim onun hayrimize olan yönünü bize gösterir ve Peygamber sallallahu aleyhi ve sellem buyurur ki Allah onu gelecekte müeyyen bir vakti gelende kabul edeceğini Allah bize hayırlısı ile onu kabul edecektir. Eğer o bize o an için eğer hayır değilse Allah onun sevabını cennette verer değil. Yani dua üç şeyden biriyle mutlak kabul olacaktır. Ona göre ettiğimiz dualarda bu bir ibadettir. Ben bunu Allah için ederim ve Allah benim hayrime bunu kabul edecektir şeklinde biz o duada ibadetin kabul olacağı niyeti ile biz duada olmalıyız. Aynı zamanda dua Allah'ı zikirdir. Bu zikir üstte insan nece ki dest namazlı, diğer ibadetleri yerine getirirken hansı kaydalara riayet edirse duanın edebi içerisinde bu kimi destamazlı olarak yerine getirilmesi daha sevaptır, daha güzeldir. Kısaca biz duanın o edeblerini belə sadalamış olarıq. Gözəl bir şəkildə, mükəmməl bir şəkildə elə Azərbaycan İlahiyyatın Üstün aləminə yaraşan şəkildə izah etdiniz. İbrahim müəllim, minnətdarım sizə. Danışacağıq yenə. Fürsətdir, fürsəti qaçırmayacağıq. Hər üçünüz maşallah Allah nəzərdən qorusun. Azərbaycan İlahiyyatın Üstün müəllimləri buradaykən onu dəyərləndirmək çox zəruridir. İbrahim müəllim, duanın daha çox əhəmiyyəti haqqında fikirləriniz maraqlıdır. Çünki xütbələrinizdə duaların qəbulu ilə bağlı, duanın əhəmiyyəti ilə bağlı çoxlu sayda xütbələriniz də var. Ona görə çox istəyirəm ki, duanın əhəmiyyəti haqqında da fikirlərinizi bildirəsiniz. Təbii ki, İslamın hökmlərinə dayanır bildirdikləriniz. Buyurun. Bəli, dua elə bir mühüm anlayışdır ki, biz bütün səmavi kitablarda onun əslinin olduğunu görürük. Çünki dua birbaşa olaraq bəndə ilə Allah arasında olan vasitədir. Əgər Qur'an-ı Kərimin təbirincə desək, Uca Rəbbimiz ayələrinin birində buyurur ki, əgər sizin duanız olmasa, nə dəyəriniz olar? Deməli, bizim bir insan kimi uca dərgahda dəyərimizi bildirən ən mühüm amillərdən biri və bəlkə də birincisi elə bizim etdiyimiz dualardır. Əbəs deyil ki,
namaz sözü, əs-salat sözünün özü də dua mənasını ifadə edir. Və yaxud da bütün namazlarda bizim oxuduğumuz Qur'an-ı Kərimə görə 2 dəfə ardıcıl olaraq nazil olan, o cümlədən bəzi rəvayətlərə görə keçmiş peyğəmbərlərə də nazil olmuş Fatihə surəsi başdan ayağa 1-ci ayə bəsmələdən tutmuş ta sonuncu ayəsinə qədər duadan ibarətdir. Yəni bütün bunların hamısı onu göstərir ki, sözün əsl mənasında dua istər əvvəlki səmavi kitablarda, istərsə də sonuncu kitabımız olan Qur'an-ı Kərimdə çox əhəmiyyətli bir yerə, bir dəyərə sahib olan mühüm anlayışlardan biridir. Dua elə bir mühüm anlayışdır ki, son dövrlərin psixologiya alimlərinin araşdırmaları da çox diqqət çəkicidir. Biz görürük ki, dua edən insanların psixoloji olaraq özlərində bir növ inkişafın olduğunu şahid oluruq. Məsələn, dua insana psixologiyasına, duanın insan psixologiyasına olan ən mühüm təsirlərindən biri sinirlərin sakitləşməsidir. Çünki qəzəbli, nevroloji problemləri olan insanlar dua etmək vasitəsilə sanki uca Allahla bir əlaqə yaratmış olurlar. Mühüm səbəb onun təsirlərindən biri insanın depressiya xəstəliyinə tutulmasının qarşısını alır. Demək istəyirəm, dua mənəvi, ruhi baxımdan həm də müalicə üsulu sayıla bilər. Bəli, müasir dövrdə bu sübut olunub. Dua eləyən insanlar da psixoloji duruma, depression duruma düşmürlər. Çünki onlar özlərini tənha hiss etmirlər. Onlar özlərini aciz hiss etmirlər. Onlar kainatı yaradan, mütləq qüdrət sahibi olan uca Rəbbimizlə əlaqə yaradır və problemlərinin, müşküllərinin tezlikcə həll olacağına böyük bir inam bəsləmiş olurlar. Yəni, bütün bunların hamısı onu göstərir ki, dua təkcə o dini mənbələrdə əks olunmaqla yetinməmiş və yaxud da duanın təkcə dini əhəmiyyəti deyil, bununla yanaşı həm də onun çox böyük psixoloji, mənəvi, ictimai, mənəvi əhəmiyyəti var. Dua həm də ictimai təsirdir. Məsələn, insanlar fikir vermişsinizsə bir-birlərindən daha çox dua istəyərlər. Elədir. Dua sanki cəmiyyətdə insanları bir-birinə bağlayan böyük bir nemət kimi xarakterizə edilir. Bu da maraqlı bir yanaşmadır. Bəli, tam ciddi. Cəmiyyətdə insan bir-birindən pul istəsə, amma onun yerinə nə istəyir? Dua istəyir. Kimə salam? Salamın özü də bir duadır. Əssalamu aleykum, yəni məndən sənə sülh olsun, dua olsun, Dua da pulla deyil ki, deyirik. Bəli, yəni bütün bunun hamısı onu göstərir ki, həqiqətən də dua elə bir anlayışdır ki, onu təkcə dini, təkcə psixoloji deyil, biz onu həm də ictimai kontekstdən təhlil eləyə bilərik. Hər yöndən dua çox əhəmiyyətlidir və yaxud ki, ayəyə bir daha qaydaq ki, bizim Allah yanında olan dəyərimizi bildirən çox mühüm amildir. Təşəkkür edirəm. Mükəmməl bir izahdır hər iki Azərbaycan Rəya Turistinin, alimlərinin, ustadların. Kösər müəllim, mənim əziz qardaşım, el arasında bir söz var. Qəbul olunmayacaq duaya amin deyilməz. Bu yanaşma doğrudurmu? Nə bilir ki, insan o dua o Rəbbə məxsusdur, o qərar, o hökm. Amma insanlar bəzən iddia edir ki, yox, o qəbul olunmayacaq duadırsa, mən niyə amin söyləyim? Adama sual verərlər, sən haradan bilirsən, Rəbb o duanı qəbul edəcək, etməyəcək? Bu ifadə seçimi özü nə qədər doğrudur? Zaman-zaman mən bunu çox düşünmüşəm. Bəli, xalq arasında belə bir deyim var. Burada əslində bu sözün məqsədi olmayacaq şeylər haqqında, mümkünsüz şeylər haqqında danışmamaq, bunu arzulamamaqdan söhbət gedir. Halbuki, əlbəttə, nəhayətdə hər şey Allahın əlindədir. Olacağı o bilir. Bütün işlərin axırı ona qayıdır. Əhməd müəllimin bayaqlarım qeyd elədiyi bir hədis var idi. Bir dua ilə bağlı 3 vəziyyətin yaranması. Siz bir dua edərsiniz, bəlkə bu dua imkansız bir duadır. Bəlkə olmayacaq bir duadır. Bəlkə sizin xeyrinizə deyil, zərərinizədir.
Allah bununla bağlı sizə 3 yol açar. Ya ona həmən qəbul edər, ya gözləyər, səbr edərsiniz, sizi o cəhətdən sınayar. Ya da bunu geri çevirmək deməyək, axirətə saxlayar. Yəni siz o duanın xeyrinin, faydasının olacağını axirətdə bilərsiniz. Nəticə itibarilə biz hər halımızda Allahdan əl açıb dua etməliyik və istəməliyik. Müəllim də qeyd elədi, İbrahim müəllim, "Qul ma ya'bau bikum rabbukum laula duaukum" çox açıq ifadədir. De ki, əgər sizin duanız olmasa, Rəbbiniz sizə nə üçün dəyər versin? Nəyinizə dəyər versin? Siz Allahla ünsiyyət qurmursunuzsa, ki, dua ünsiyyətin ən üst formasıdır. Siz Allahla ünsiyyət qurmursunuzsa, Allaha qulluğunuzu, bəndəliyinizi dilinizə gətirib izhar etmirsinizsə, Allah sizin üçün niyə dəyər versin, sizə niyə dəyər versin? Fatihə surəsi həqiqətən bizim hər gün namazlarda oxuduğumuz Fatihə surəsi, eyni zamanda Quranın başlanğıcı olan Fatihə surəsi bizə bir duanın ədəbini də öyrədir. Allaha şükürlə başlayır. Həmd olsun Allah, aləmlərin Rəbbi olan Allaha. Allahın sifətləri orada vurğulanır. Rəhman və Rəhim olan Allaha həmd olsun. Din gününün sahibi, qiyamət gününün sahibi. Burada müminin ağlında canlanan təsəvvür bundan ibarətdir ki, ey Allahım, sən rəhmansan, rəhimsən. Qiyamət günündə bütün işlərimiz sənə qayıdacaq. Bütün işlərimizin axırı sənə qayıdacaq. İyyəkə nə'budu və iyyəkə nəstə'in. Yalnız sənə ibadət edirik və yalnız səndən istəyirik. Səndən diləyirik. Bütün niyazımız, duamız yalnız sənə yönəlib. İhdinə sıratal müstəqim. Bizi hidayət yoluna yönləndir. Bizi doğru yola yönləndir. Nemət verdiklərinin yoluna, zəlalətə saldıqlarının, yoldan azdırdıqlarının yoluna deyil. Deyə bizə əslində bir duanın bir ədəbini öyrədir. Hansı şəkildə dua etmək lazımdır? Əvvəlcə Allahı tanımaq, Allaha işimiz düşəndə dua etməli deyilik. Quran-ı Kərimdə müşriklərin bir xüsusiyyətindən bəhs edir. Deyilir ki, onlar gəmidə ikən, dənizlərdə dolaşarkən, elə ki, tufan onları yaxaladı, Allah yadlarına düşər. Və başlayarlar Allaha dua etməyə. Ey Allahım, bizi bu fəlakətdən, bu müsibətdən qurtar. Biz quruya çatan kimi bütün ibadətimizi sənə həsr edəcəyik, deyərlər. Elə ki, Allah onları tufandan qurtarar, onların ayaqları torpağa dəyər. Bu səfər yenə Allahı unudarlar, yenə öz bütlərinə inanırlar. Bu, insan xislətində də biraz öz əksini göstərir. Nankörlük da biraz buradan gəlir. Quran-ı Kərimdə ifadə olunan kafir sözü bir çox mənada, bir çox yerdə nankör mənasında istifadə olunub. Kafir sözünün bir mənası da nankördür. Allahın verdiyi nemətləri görməyib, onun fərqində olmadan, Allahın gücünün, qüdrətinin fərqində olmadan, ona verdiyi nemətləri görmədən, sanki bunları özü qazanmışmış kimi, sanki bunlar elə olmalıymış kimi yanaşmaq, Allahın verdiyi nemətlərin üstünü örtməkdir. Bu baxımdan nankörlükdür. Ona görə də Quran-ı Kərim, Həzrət Peyğəmbər, dua müminin silahıdır. Dua ilə silahlanın, Allah'a hər zaman üst tutaraq ondan bir şeylər istəyin. Bir hədis xatırlayıram, onu da qeyd edək burada. Əslində, hədis çox uzun hədisdir. Amma orada bir məqam var. Peyğəmbər bir hekayə danışır. Deyir ki, bir gün 3 yoldaş, deyil mi Əhməd müəllim, bir mağarada yollarını itirirlər və daş yuvarlanır, mağaranın qapısını örtür. Və oradan çıxa bilmirlər. Və necə çıxacaqlarını düşünərkən, içlərindən biri deyir ki, gəlin Allaha dua edək və dua edərkən də hərəmiz bir yaxşı əməlimizi vəsilə gətirsin. Yəni, Allahdan bir şey istəmək üçün bir baxma üzümüz də olmalıdır. Yəni, nəsə bir şeylər etmiş olmalıyıq. Allaha qulluğumuzu yerinə yetirmiş olmalıyıq ki, Allahdan bir şey istəməyə də üzümüz olsun. Əlbəttə ki, Allah... Həm də bir təvəssül vəsiləsi. Bəli, təvəssül vəsiləsidir. Yəni, ey Allahım, oradakı hədisdə, rəvayətdə belə gəlir ki, o şəxslərdən hər biri keçmişdə etdiyi bir yaxşılığı vəsilə gətirir. Biri deyir ki, ey Allahım, mən bir kəsə yaxşılıq elədim. Və başlayır danışmağa ki, bax, bunu elədim, bunu vəsilə bilərək, əgər bu mənim gördüyüm xeyirli işdirsə, sənin dərgahında məqbuldursa,
bu duamızı qəbul elə, bizi buradan qurtar deyir və daş biraz açılır. O birisi deyir, İkincisi, ata-anama yaxşılıq elə. ata-anama yaxşılıq edin. Başqa birisi deyir, birinin heyvanlarını əmanət olaraq götürmüşdüm. Daha sonra onu artıqlaması ilə qaytardım şəklində uzun bir hədisdir. Nəticə itibarilə öz yaxşılıqlarını, etdikləri yaxşı əməlləri də bir vəsilə tuturlar. Ey Allahım, biz sərbəst olarkən də, bax, çətin vəziyyətdə olmadığımız anlarda da sənə üst tuturduq. Sənin rızan üçün xeyir işlər görürdük. İndi çətindəyik, bizə yol göstər, bizi doğruya çatdır dediyimiz anda da bax, bu şeyləri vəsilə gətirmək olar. Allahdan istədiyimiz zaman ürək dolusu istəməliyik. Allahdan çəkinərək, qısılaraq, istəyərsənsə ver, istəyərsənsə vermə deyil. Allahdan bol-bol istəməliyik. Xeyirlisi ilə. Bəli, xeyirlisi ilə istəməliyik. Onun rəhməti böyükdür, onun mərhəməti genişdir, onun neməti genişdir. Bu baxımdan hər zaman üzümüzü ona tutmalı, ondan istəməliyik. Ramazan ayı bunun üçün gözəl bir fürsətdir. Mən həmişə deyirəm, Ramazan ayı bizim üçün həyatın bu keşməkeşi içərisində, bu qaça-qaç, qovha-qov içərisində hər kəs bir işlərlə məşğuldur, evimizi dolandırmaq, ailəmizi dolandırmaq, işimizlə məşğul olmaq, karyerada irəliləmək. Bu kimi şeylər həyatımızı o qədər məşğul edir ki, bir an dayanmırıq. Ramazan ayı bizim üçün bax, bu dayanmaq, bir baxıma dayanacaqdır. İlahi fürsətdir. İlahi fürsətdir ki, dayanaq, özümüz üzərində bir sakitləşək, özümüzü bir tanımağa çalışaq və Allaha üst tutaq. Dolayısıyla dua da bu şəkildə ibadətin özüdür. Ramazan ayda bunun üçün gözəl bir fürsətdir. Allah hər kəsin dualarını qəbul etsin. Amin ya Rabbim. Allah razı olsun. Elə inamın işığında da biz bu fürsəti dəyərləndirməyə çalışırıq ki, Azərbaycan İlahiyat İnstitutunun aydınları, milli şuur, milli məfkürə daşıyıcısı, dini dəyərləri mükəmməl bilən, həqiqətən bu elmə sahiblənən, zahiri batini bir olan, bu üstü ilə bu an nəzərdə tuturam, bu tablonu görərək şükürlər olsun deyirəm Allaha ki, insanlarımız yad təsirlərin ağışında girov deyirlər. Bir mənalı olaraq Azərbaycan dövlətinin, Azərbaycan xalqının milli mənafeyini düşünən, vəhdətin uğrunda mücadilə verən həqiqi gerçək din alimlərindən İslamın doğrularını, Ramazanın fəzilətlərini, eləcə də dua ədəbi ilə doğruları alırlar və verdiyiniz bu mesajlar biləsiniz, yüz minlər tərəfindən təqdir olunur və düşünürəm ki, inamın işığında sizlərin sistemli iştirakı bu maarifləndirmə işinin yüksək səviyyədə təşkilinə zəmin yaradır. Suallar çoxdur. İnamın YouTube kanalına çoxlu sayıda suallar gəlir. Suallarının birini yazan bacımız bildirir ki, mənim həyat yoldaşım ağır xəstədir. Allah şifa versin. Xəstəlikdir, qismətdir, yoxsa və niyə baş verir? Və bizdən də dua istəyir, Allah şəfa versin və deyir, bu günahlardan ötəri ola bilərmi? Bunu nə ilə əlaqələndirə bilərik? Çünki buna bənzər onlarla suallar ünvanlanıb, digərləri inciməsinlər, biz ümumiləşdiririk. Birini canlı efirə daşıyırıq ki, digərlərinə də cavab vermiş olaq. Ustad, buyurun. Quran bizim yol xəritəmizdir. Quran bizim üçün şəfadır. Ona görə ağlımıza gələn hər bir sualda biz Quranına baxsaq, Qurandan hikmətlər axtarsaq, bizim üçün ən təskin edici bir qaynaq olar. Xəstəlik məsələsində Eyyub əleyhissalamı düşünmək lazımdır. Çünki Allah ona xəstəlik düçar edərkən, onun o xəstəliyində heç bir zaman şikayət etməyib, ancaq bu xəstəliyin bir imtahan vəsiləsi olduğunu düşünmüşdür və ancaq səbr etmişdir. Və Allah'tan da nəticəsində mükafatını almışdır. Biz Eyyub əleyhissalamın hekayəsini oxusaq, əslində burada onu anmağımın məqsədi də odur ki, Eyyub əleyhissalamın bir hekayəsini oxusa, çox gözəl bir təskin edici bir şey ola bilər. Ancaq günahlara kəffarədir, bəli. İnsanın başına gələn hər şey, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, müminin işinə təəccüb etməmək əldə deyil.
onun başına bir bela gelse, hatta ayağına bir tikan bile batsa, onun günahları için keffaredir. Bir de onun karşılaştığı her şeyde Allah'ın ona mükafatı ya sevaptır ya da bağışlanmadır. Bu kimi belalarda mümin bunlarla karşılaşacağını bilmelidir. Aslında bəli, dinimize göre, inancımıza göre xəstəlik və yaxud da ki bəla düçar olduğu zaman biz onun günahlarımıza kefaret olduğunu düşünmeliyik. Allah'tan bir bağışlanma vesilesi olacağını düşünmeliyik. Bir şartla ki ona sabrederek Allah'tan geldi, her şey Allah'tandır. Hayrihi ve şerrihi minallahi teala. Başımıza gelen hayır de şer de Allah'tandır. Ancak burada bir yanlış anlayış var ki bir nefere bir bela düşer olduğu zaman demek ki bunun bir günahı var ki başına geldi. Böyle şey dinde yoktur. Çünkü peygamberin de başına gelen demeli hadiselerdendir. Hastalık olsun veya bir bela, musibet olsun. En büyük belalar, en büyük musibetler peygamberlere gelmiştir. En büyük mükafatlar onların olacağı için Allah onları sınamıştır. Onların sabrini ölçmüştür. Bunlar bizim hayatta sabrimiz, imtihanımız üçündür. Ancak bunun günahım var ki bu bela geldi şeklinde düşünmek yanlıştır. Çox təşəkkür edirəm. Mükəmməl bir cavabdır və bizdən çoxlu sayda xəstəliyə məruz qalan izləyicilərimiz var, dua gözləyirlər. Onlarla bədxəstəlik daşıyıcısı olanlar var. Allah Taala onlara şəfa versin. Bilsinlər ki, biz oyaq da olanda, yuxuya getdikdə belə dualarımızda unutmuruq. Dualarımız sizinlədir. Və Azərbaycan İlahiyyat Üniversitetinin kafedra müdürü, ilahiyyatçı alim Əhməd Niyazovun bax dua ilə bağlı, Kövsər müəllimin, İbrahim müəllimin söylədiklərinə dayanaraq tam cəsarətlə söyləməliyəm ki, müalicələrinizi etdirərək mütləq duanı tərk etməyin. Əgər duanı az edirsinizsə, unutmayın ki, Allahın mərhəmət xəzinəsi sonsuzdur. Duanı çoxaldın, onun vədi var, o bizə şah damarımızdan da yaxındır. O, ol desə olur inşallah. Sizlər üçün də xeyirlisi olsun. Çox hörmətli İbrahim müəllim, Zərifə Verdiyeva adlı izləyicimiz çox maraqlı bir sual göndərib. Deyir, başım ağrıyır deyə mən qüsül alanda başımı islatmadan ancaq məhz çəkirəm. Maraqlı bir sualdır. Xanım redaktor bunu gündəmə daşımamızı istədi. Buyurun. Qusulun özünə məxsus şərtləri var. Birincisi niyyətdir. Qusul alarkən insan niyyəti müəyyən etməlidir. Çünki qusulun bir neçə növü var. Hansı qusulu alırsa dilinə onu gətirməlidir. İkincisi, qusul ilahi əmr olduğuna görə Allah rizası üçün olmalıdır. Sərnimək və yaxud da bədəndə hər hansı bir çirki pası yumaq üçün deyil, məhz Allah rizası üçün niyyət edilməlidir. Üçüncüsü isə qusul alarkən görüş fərqlərinin olmasına baxmayaraq üsuluna uyğun şəkildə, yəni ardıcıl şəkildə baş, sağ tərəf, sol tərəf tamamı ilə yuyulmalıdır. Hətta qusulda bir tük qədər yuyulmamış bir yer qalarsa, qusulun keçərsiz olduğunu, batıl olduğunu deyən alimlərimiz vardır. Ona görə də qusul alan şəxs, həmən o xanım gərək qusulun qayda qanununa riayət eləsin. Əgər suyun ona zərəri varsa, başım ağrıyır söyləyir, yazır. Məsələn, ya həkim müəyyən eləsin ki, hələ ki, məsələn, suya girmək olmaz və yaxud özü müəyyən eləyir ki, başında, məsələn, problem var, su dəyəndə hansısa bir fəsad verir. O zaman vacibi işlər üçün, məsələn, namaz kimi və s. Təyəmmüm etməlidir. Qusul əvəzinə təyəmmüm edər, inşallah ki, Allah əməllərini qəbul edər. Təşəkkür edirəm. Dəyərli Əhməd müəllim, digər görüşdə münasibət necədir? Eynidir. Həkimin məsləhəti ilə əgər sudan istifadə imkanı yoxdursa, o zaman həmin qismi bəli, ya məhs edər, ya da həmin məhsin əvəzində bir təyəmmüm edib qalan hissələrini yuya bilər. Demək ki, hər iki görüşdə eyni münasibətdir. Buyurun, xanım redaktor. Hər vaxtınız xeyir olsun, hörmətli inançılar. Bu qısa müddət ərzində evimizin əziz, hörmətli qonaqları olmusunuz.
Çünki siz çoxların o cümlədən bizi də maarifləndirirsiniz. Ona görə sizə xüsusi təşəkkürümü bildirirəm. Mən bu il 2 dənə Quran oxumuşam və həmin Quranları ayrı-ayrı adamlar üçün oxumuşam. Xahiş edirəm məni cavablandırın. Bu Quranların hər ikisini bir yerdə tapşırmaq olarmı, ya yox? Təşəkkür edirəm, minnətdaram. Allah sizi və sizin kimi bizə dəyər verən, bizi əziz bilən, bütün izləyicilərimizi öz dərgahında əziz olanlardan qərar versin. Kövsər müəllim, evimizin əziz qonaqları söyləyir 100 minlər. Bu bir bəxtiyarlıqdır. Bu çox xoşdur. Allah nəzərdən qorusun. Çox xoşdur həqiqətən əziz xalqımızla Ramazanı bu şəkildə paylaşmaq, onlara müəyyən biliklərini təzələmək, bilmədiklərini istiqamətində yön vermək çox gözəldir, çox xoşdur. Allah həmd edirik bu fürsətə görə. Deməli, Quran-Kərim oxumağın bir cüz də oxuya bilərsiniz, tamamını da oxuya bilərsiniz. Quran-Kərim oxumaqdan hasil olan bir savab var. Və bu savabın biz keçmişlərimizə çatması üçün Allaha dua edirik. Yəni, bu da bir duadır əslində. Bu duamızı vəsilə edirik. Bayaqlarım ki, biz danışdıq ki, Allahdan bir şey istəmək. Bax, burada da bir baxıma oxuduğumuz Quran bir dua etmək üçün bir vəsilə olur. Savab üçün bir vəsilə olur. Quran özü də bir şəfadır. Bəli, ey Allahım, sənin üçün Quran oxuduq. Bax, bu Quran sən özün deyirsən ki, sənin Peyğəmbərin buyurur ki, bu Quran-Kərimin oxumağın hər hərfinə görə bir savab var. Biz də bu mübarək ayda bu Quran-Kərimi oxuduq. Buradan bir savab hasil oldu. Dua edirik, yalvarırıq ki, bu duamızdan filan kəsləri xəbərdar elə. Peyğəmbərimizdən başlayaraq üzü bu yana, ən yaxınlarımıza qədər vəfat etmişlərimizə hədiyyə edirik. Dolayısıyla iki oxunmuş Quranın ikisini də bir arada tapşıra bilər. Əlbəttə ki, savablardan heç bir şey azalmır. Bundan digərlərə də hədiyyə edə bilər, əlbəttə. Bəli, başqalarına da hədiyyə edə bilər. Biz bəzən düşünərkən riyazi qaydada düşünürük. Allah qatında bu şeylər riyazi ölçülərə görə olmur. Elə bilirik ki, Quran-Kərimi oxuduq, onu 5 nəfərə paylayanda o savablar 5-i arasında bölünür və 5də 1 savab düşür. Halbuki belə deyil. Yəni, siz əgər 5 nəfərə oxuyursunuzsa, o tamamı 5 nəfərə ayrı-ayrı gedir, heç bir narahatlığınız olmasın. Allahdan dua eləmək lazımdır bunun üçün. Yəni, Quran oxudum, bitirdim, bu önəmlidir əlbəttə, amma işin ikinci tərəfi dua etmək, səmimi bir şəkildə dua etmək, Allahdan istəmək ki, ey Allahım, oxuduğumuz bu Qurandan həmin şəxsləri xəbərdar et. Biz də inanırıq, ümid edirik ki, Allah mərhəməti gərəyi, rəhmətli olduğu üçün, mərhəmətli olduğu üçün bu dualarımızı həmin şəxslərə çatdıracaq, qəbul edəcək. Mükəmməl bir cavabdır. Onu da əziz izləyicilərimiz unutmayaq ki, Allahın mərhəmət xəzinəsi sonsuzdur. O xəzinə heç zaman əksilməz. Allah razı olsun. Sponsora keçid edəyim. Buyurun. Ekoloji təmiz, keyfiyyətli məhsulları qidamıza əlavə etməyin çox böyük önəmi var. Gigiyenik tələblərə uyğun, beynəlxalq standartlara cavab verən, əvəzolunmaz dadı ilə sizlərə təqdim olunan cənnət kolbasa və sosisləri yüksək keyfiyyətli ət məhsullarından istehsal olunur. Müxtəlif çeşiddə hazırlanan kolbasa və sosislər ət məhsulları sektorunda qısa müddətdə yüksək qiymətləndirilərək həm dadı, həm də keyfiyyəti ilə istehlakçı tərəfindən nümunəvi məhsul adını qazanıb. Cənnət kolbasa və sosisləri sağlam gələcəyimiz naminə məsuliyyəti dərindən dərk edir və ailənizin bütün üzvlərinə əminliklə tövsiyə olunur. Dadına və keyfiyyətinə, eləcə də halallığına əmin olacağınız məhsul Cənnət kolbasa və sosisləridir. Təşəkkür edirik verilişimizin baş sponsoru olan Cənnət kolbasa və sosislərinə. İnan verilişinin sponsoru Hacı Seylon çayıdır. Unikal dada və ətra malik Hacı Seylon çayının keyfiyyətini onu dadanlar çox gözəl bilir. Çay sevənlər hazırda Hacı Seylon çayının özünə məxsus təravətli dadına böyük üstünlük verirlər. Qeyd edək ki, bu çayın üzərində keyfiyyət nişanəsini göstərən xüsusi qaloqram var. Bu qaloqram Şri Lanka hökumətinin məhsula verdiyi icazədir. Hacı çayı, imtina edilməyəcək təklif.
Şahbulov düyüləri. Himalay dağlarının ətəklərində xüsusi qulluqla yetişdirilən bol ətirli əsl basmati Hindistan düyüsüdür. Bol artımlı 11-21 ölçüsündə olan şahbulov düyüləri ağız dadınıza uyğun ən yüksək keyfiyyətə malikdir. Ən xoş günlərimizdə süfrələrimizi bəzəyəcək düyü. Cənnət ətirli şahbulov düyüləri olsun. Sponsorlarımızın hər birinə dualarımla təşəkkür edirəm. Allah Taala sponsorlarımızın, hər birimizin, xalqımızın, dövlətimizin ruhsini, xeyrisi ilə bol qərar versin. Bəli, əziz ustadlar, suallarımız ardıcıldır. YouTube kanalımıza yazırlar. Xalid Mirşov adlı izləyicimiz yazır ki, namazda təsbih zikri edərkən zikrin savabını da dünyasını dəyişmiş valideynlərim üçün ruhuna hədiyyə edə bilərəmmi? Savab yazılırmı? Əhməd mən buyurun. Bu da maraqlı sualdır. Bəli, maraqlı sualdır. Zikir də özü duadır. Bəli. Etdiyimiz ibadətlərin əlbəttə aldığımız səvabımız var. Təkcə ibadətlərin namazla yox, həm də ibadətlər qurbanla olar, ibadət hacla olar, ibadət oruçla olar. Bu ibadətlərin eyni zamanda ibadət Quran tilavəti olar. İbadətlərin sonunda biz bu ibadətlərin misli səvabını filan kəsə deyə göndərmək dində yeri vardır. Mən həmişə bu ölüyə Quran məsələsində, ölüyə sevap məsələsində bir hədisi xatırladıram. Bugün də xatırlatmaq istəyirəm. Çünki əfsus ki, bəzi radikal düşüncələr ölüyə Quran olmaz deyə insanları dindən soyudacaq qədər şiddətli bir ziddiyyət içərisindədirlər. Madam Buxaridirsə əgər ən səhih qaynaq, Buxari hədisidir. Resulullah aleyhissalatu vesselam'a soruşurlar ki, ya Resulallah inne ummi uftulitet nefsuha. Ey Peygamber, anam gefil dünyadan köçtü. Ve in tekellemet tesaddakat. Eğer o dünyadan köçeceğini bilseydi, imkanı, malı devleti vardı ve o bol sedeke vererdi. Hadis çok açıktır. Felehe ecrun. O ölmüş anama sevabı vardır mı? İn tesaddaktu anha. Eğer ben onun əvəzində sədəqə versem, ona sevabı çatar mı? Çok açıktır hadiste. Ve Resulullah sallallahu aleyhi ve sellem bu diyalogun ahırında buyurur ki, işte. Bəli, verilen sədəqə ölüye çatar. Ona göre biz bu hədislə bağlı sədəqə xaricində qurbanın ölüye sevabının ölünün adına qurban kesilmesi, ölünün adına həcc edilmesi, zaten Peygamber sallallahu aleyhi ve sellemin meyyit namazı özü ile ölünün adına dua etmektir. Ki bu kimi bəli ölünün adına demek sevabın gedeceği şeklinde, ölüye çatacağı şeklinde rivayetlerimiz var. Burada bir şeyi de qeyd edib, yəqin ki müəllimlərimiz də mənimlə eyni şeyi düşünər. Kim ölüye sevap çatmaz, Kur'an tapşırmak dinde yoktur deyirsə, rivayetleri kenara koyur, inancının kölgesinde rivayetleri saf çürük etmeye başlar. Evvelce özü için bir şeye inanır, sonra da ayeleri o yönde başlayır, təvil etmeye, kolunu, budağını sındırmaya ki düzeltsin. Mesela bunun bir misal verim hatta. Kur'an-ı Kerim'de demek inneke la tusmi'ul mevte. Sen ölülere eşittirebilmezsen ayesini götürürler. Bakın ölüye eşittirebilmezsen ayesi de buna istinadidir ki ölüye çatmaz deyir. Yalandır ve bu hakikatle hiçbir alakası yoktur. Çünkü hemin aye başı, üstelik Peygamber sallallahu aleyhi ve sellem Bedir'de, Uhud'da müşrik ölülere ne deyir? Ey müşrikler, biz Allah'ın muradına çattık. Siz de gözlediğinize orada çattınız. Ölülere müracaat. Hazreti Ali'nin kabir başında, kabristanlığın yanından geçerken ölülere dediği, onda bu sahabeden, peygamberden gelen
bu rivayetleri haraya gizledeceksiniz ki siz demeli doğru olasınız. Ona göre ayelerin, hadislerin kolunu budağını sındırarak öz inandıkları kimi, daha doğrusu radikallık zaten budur. Kimleri ise bir herhangi bir fikire mecbur etmek. Bu radikallıktır. Ona göre de bu radikallığı içerisinde efsuslar olsun ki bizim enenemizden gelen bu dinin özünde olan bu rivayetlere bağlılığı mahvetmeye çalışırlar. Ona göre de bu kardeşimiz namaz kıldıktan sonra da o namazın içerisindeki mesela aldığı sevabın misli sevabı kadar zaten Resulullah Aleyhisselam diyor ki ölmüş bir insanın bütün dünyalık işleri kesiler ancak 3 şey hariç. Onlardan biri de dua eden evladın ettiği dualar nedir? Ona çatar. Emel defterine yazılar. Çok minnettarım. Misli sevabını ona Çok minnettarım. O verebilir. kadar güzel, geniş şekilde izah ettiniz ki hem de Allah izleyicimiz kimisi ondan da razı olsun. Ölkəmizdə də bir neçə təkvirçi zehniyyətin daşıyıcıları var ki, Quranı müqəddəs saymır, Peyğəmbərimizi canımız fəda olsun müqəddəs saymır və bu dəyərlərin sıradan çıxmasını din adı altında edirlər və bu zehniyyətin daşıyıcıları həm də bizim dini, milli kimliyimizin sıradan çıxması üçün sanki xaricdən bir öhdəlik götürüblər. Dövlətin aidiyyatı qurumlarının üzərinə düşən məsələdir bu hüquqi baxımdan. Çünki təfriqə var və vicdan azadlığından sui-istifadə cəhdləri var. Düşünürəm ki, dövlətin aidiyyatı qurumları bununla bağlı zaman-zaman çox lazımı tədbirlər həyata keçirirlər. Bəzən profilaktik olur. Yenə də insanlar o pisliklərinə davam edirlər. Ancaq ideoloji baxımdan Azərbaycan İlahiyyat Enstitüsünün müəllimlərinin buradan bu birliyə, bərabərliyə, İslamın doğrularına yönəlik çağırışları artıq milyonlar tərəfindən təqdir olunur. Buna görə sizi ayrıca təbrik edirəm. Hörmətli İbrahim müəllim, Mehbarə Əliyev adlı izləyicimiz YouTube kanalımıza yazır ki, mən namaz qılıram, mən oruç tuturam, lakin mənim həyat yoldaşım heç birinə inanmır və axirətə də inanmadığını açıq söylüyor. Xahiş edir ki, biz buradan Azərbaycan İlahiyyat Enstitüsünün müəllimləri fikirlərini bildirsinlər. Yəqin ki, ailəsi ilə bərabər də sübhün erkən çağında bizi izləyir. Buyurun. Çox təhlükəli bir məqam yaranıb, amma xanıma tövsiyəmiz ondan ibarətdir ki, birincisi, son dərəcə təmkinli və səbirli olmalıdır. İkincisi, təbliğat üsulundan istifadə etməlidir. Yoldaşına İslamın, namazın, orucun və s. gözəlliklərindən danışmalıdır ki, inşallah ki, sonda onun da yola gəldiyini şahidi olacaqdır. Başqa Kövsər müəllim nə edə bilər? Təşəkkür edirəm İbrahim müəllim. Üzr istəyirəm, mən bir an fikirləşirəm həmin bacımız, qızımız kimdirsə, görün onun ailə səadət qalasıdır. Həmin mühitdə, mənəvi mühitin körlanmasına belə açıq söyləyək də, bu ifadə seçimi bəlkə də doğru deyil. Amma niyə ki, doğrudur. Bəd səbəbkara çevrilir həyat yoldaşı. Bir tərəfdə həyat yoldaşının söylədikləri, onun dini duyğularına qarşı gəlməsi, təbii ki, bu yol verilməzdir. Ancaq bir tərəfdə də ailənin qorunması, mühafizə olunması daha çox inanclı olan tərəfin məsuliyyətini 100 qat artırır. Buyurun Kövsər müəllim. İman qəlb işidir. İnsanları zorla iman etdirmək mümkün deyil. Allah Peyğəmbərə də tövsiyəsində bunu deyir. Sən onları zorla iman etdirə bilməzsən. İstəyən inanar, istəyən inanmaz. Biraz da nəsib işidir. Allahın insanın qəlbini imana açmasından söhbət gedir. Əgər Allah bir ayədə belə buyurur, əgər Allah bir insan haqqında xeyir istəyərsə, onun qəlbini İslam'a açar deyir. Həqiqətən Allahın bu lütfüne məzhər olması lazımdır. Bunun üçün edə biləcək məsələ Allahdan dua edərək istəməkdir, hidayətini istəmək, bəli. Çünki bu çox önəmlidir. Bəzən qarşımızda, yaxınlarımızda sizin də qeyd elədiyiniz o təkfirçi insanların adətən belə bir yanaşması olur. Qarşılarında və yaxınları arasında inanmayan biriləri olduğu zaman bunu fürsət bilib bir an əvvəl onu təkfir etmək, onu tənqid etmək, tənbih etməkdən ötürü fürsət gözləyirlər. Halbuki
imana dəvət, haqqa dəvət belə bir şey deyil. Bu ən gözəl formada olmalıdır. Ud'u ilə səbili rabbikə bil hikməti vəl məv'izatil həsənəti və cadilhum billati hiyə əhsən. Allahın yoluna hikmətlə, gözəl öyüd nəsihətlə dəvət edin və onlarla ən gözəl şəkildə mübarizə aparın, mücadilə edin. Və cadilhum billati hiyə əhsən. Ən gözəl forma nədirsə o şəkildə. Bu vəziyyətdə təbii ki, bir ailə yuvasından söhbət gedir. İslam nəzərində, eyni zamanda bizim ənənəmizdə ailə çox dəyərlidir, çox qiymətlidir. İnsanlar bir-birlərini sevib bir araya gəliblər, övladlar var, onların tərbiyəsi, onların yaxşı insan olaraq yetişməsindən söhbət gedir. Əlbəttə ki, belə bir halda ailə yuvasını qoruyub saxlamaq çox önəmlidir. Ona görə inanclı, inancsızı öz inancı ilə narahat etməməlidir. İnancsız da inanclını öz inancsızlığı ilə narahat etməlidir. Tolerant şərait. Bəli. Yəni, bunun bir qəlb işi olduğunu, Allahla insan arasında olan bir məsələ olduğunu bilməlidir. Xanım çalışmalıdır, dua etsin. İslam dininin gözəlliklərini öz əməllərində göstərsin ki, bu şəkildə onun da qəlbinin İslama isinişməsinə səbəb olsun. Digər şəxsə düşən məsələ də budur ki, Allahla bəndə arasına girməsin. Ailə üzvlərinin Allaha inancının gərəyini yerinə yetirməsinə mane olmasın. Bu şəkildə inanıram ki, bu şəkildə davrandığımız təqdirdə Allah bir şəkildə hidayəti nəsib edəcək. Bu geci-tezi məsələsi var. Və yaxşı niyyətdə olduqdan sonra Allah mütləq bu qapıları açacaq. Mütləq və bunun da çox gözəl nöqtəyə toxundunuz İbrahim müəllim də. Siz də dəvət ədəbi üsulu ilə qızımız, bacımız kimdirsə, dəvət üslubu ilə, ədəbi üsulu ilə yanaşacaq və öz davranışı ilə İslamın gözəlliklərini inşallah bu mübarək Sübhün erkən çağında Quranın nazil olduğu son 10 günləri yaşayırıq. Bəlkə də həmin andır. Bəlkə də duaların keçəcəyi bir anda mələklərin indiyi, mübarək ruhların indiyi bir zamandır. Biz də təmənna edək, o düşüncənin daşıyıcıları ruhları ilə, canları ilə bu anı yaşaya bilsinlər və iman hər kəsdə var. Bizim böyüklüklərimizdən mən xatırlayıram, yazda dəryaz deyirdik də, dəryazı itiriyirdilər. Allah vəfat etmiş ataların, anaların axirətini xeyirli etsin, şəhidlərimizin məkanını cənnət etsin. Mənim rəhmətli atam da söyləyərdi ki, iman ona bənzəyir. İmanı yeniləmək lazımdır. İndi imanı yeniləmək üçün də deyirdi, ən gözəl fürsət Ramazan ayıdır. Biz də düşünək ki, Allah sonsuz mərhəməti ilə həmin həyat yoldaşını, o qardaşımızı da ailə bütövlüyünün qorunması, əbədi səadətə qovuşmaları üçün mütləq elə bu Ramazanda xanımına desin ki, mən yanlış anladım, Allahın hökmlərinə qarşı gəldim, nə gözəlmiş sənin ilə duaların mənim həyatımın xilasıymış. Buyurun, nəsə söylədiniz. Bir çağırışdır sadəcə. Sizin dediyinizə bəli, gözəl bir nöqtəyə gəldiniz. Onu bir də başqa bir ifadə ilə qeyd eləmək istəyirəm. Bəlkə də həmin xanımın imtihanıdır bu. Bəlkə də Allah o həyat yoldaşının hidayətini onun əli ilə edəcək və Peyğəmbər buyurur ki, bir nəfərin sizin vasitənizlə hidayətə gəlməsi dünyada və içərisində olanlardan qat-qat dəyərlidir deyir. Bax, bunu da nəzərə almaq lazım. Bundan bir təskinlik və motivasiya taparaq heç bir zaman ruh düşkünlüyü yaşamamalıdır və bunu düşünməlidir ki, Allah bəlkə də onun hidayətini mənə həvalə edib ki, o vasitə ilə mən vəsilə olum, mən səbəb olum. Elədir. Bax, bunu bu şəkildə düşünərsə... Mübarək bir imtihandır. Çox üzr istəyirəm, xanım redaktoru gilə edirik ki, bu sualları nə edəcəm, Ramazan bitir. Dərhal qəbul edirik, buyurun. Sabahınız xeyir, xalqımın, millətimin gözəl ilahiyyatçı alimləri. Hamınızı salamlayıram. Bu gözəl günlərdə sizə möhkəm can sağlığı arzulayıram. Mənim bir sualım var, zəhmət olmasa cavablandırardınız. Bu zikirlər haqqında istəyirəm ətraflı məlumat alım. Peyğəmbərimiz demişkən ki, yaşın həddi yoxdur, beşikdən qəbr evinəcən öyrənin mənasında. Yenə də öyrənmək, əlavə məlumatlar toplamaq istəyirəm. Mümkünsə cavablandırın. Çox sağ olun, təşəkkür edirəm. Əhməd mənə buyurun.
Yani Allah'ı zikir de bir ibadettir. Ahzab suresinde Uca Evet. Allah buyurur ki Euzubillahimineşşeytanirracim. Bismillahirrahmanirrahim. Ya eyyühellezine uzkurullaha zikran kesira. Ey iman edenler, Allah'ı çok zikredin. Ve sebbihuhu bukreten ve esile. Onu seher akşam dilinizden düşürmeyin deyir Uca Allah. Elbette zikir mefhumu biraz geniş mahiyeti olan bir ibadettir. Hatta namazımız da bir zikirdir. Orucumuz da bir zikirdir. Ancak zikrin dar manada Allah'ı öz adı ile çağırarak zikretmek de vardır. İbadetlerin bir növü olarak zikir de bir ibadet növü kimi qeyd edilir. Mesela Peygamber sallallahu aleyhi ve sellem deyir ki, ben özüm de günde demek Allah'a istiğfar ederim. Onun istiğfar ederken de Estağfirullahel azim şeklinde Allah'ı öz adlarıyla, Esmaül Hüsnası ile zikretmek de en güzel zikir vasıtelerinden biridir. Müeyyen demek zikir növləri alimler tarafından qeyd edilmiştir. Alimlerin bu zikir numuneleri vardır. Onlardan istifade etmek mümkündür. Mesela Ebu Hanife'nin bir zikri vardır. Sübhane men yerani ve yesma'u kelami ve ya'rifu mekani. Sübhanel ebediyel ebed, Sübhanel vahidel ahad. Kimi güzel zikir numuneleri de vardır. Mesela bugün belə deyək, irfan əhlinin geceler müəyyən zikir vasıteleri vardır. Müəyyən zikir sayıları vardır ki her gün o zikir sayılarını demek irfan ehli gerçekleştirmiştir. Mesela bir adam özüne necə ki 5 namazımız var bir günde. Bir adam özüne bir demek öhtelik götürür ki ben her gün gece namazına duracağım. Gece namazına durduğum zaman 100 defa Estağfirullah el azim çekeceğim zikir olarak. Onun arkasından 100 defa la ilahe illallah veya 100 defa la havle ve la kuvvete illa billah şeklinde her gün özüne öhtelik götürür. Bunu her gündüz de mesela eleyebilir. Mümkündür. Bir öhtelik götürerek o zikir növlerini edebilir ki bu bizim enenemizde var. Mesela Seyyid Yahya Bakuvi'nin Virdu Settar eseri var ki bugün mesela ta Endonezya'dan Afrika'ya kadar okunan zikir növleri ile demek dolu olan bir kitaptır. Çok teşekkür ederim. Böyle bu her insan Geçerlidir. istediği şekilde böyle istediği zikir formasını yerine getirebilir. Allah razı olsun. Allah Ebu Hanife'den, Bakuvi'den razı olsun. Ben İbrahim müəllimdən də sormaq istəyirəm tolerantlıq üçün. İmam Cəfər Sadiq nəyi tövsiyə edirdi? Tolerantlığın, vəhdətin qorunması üçün. Bu da unikal cavab oldu. Zikr özü elə vəhdətdir. Bəli. Zikirdə elə bir ixtilaf yoxdur. Mən inamın işığında istəyirəm bu Bəli, vəhdət bəli. qorunsun, qiyamətə qədər qorunsun. İnşallah. Zikir şərti olaraq iki qismə bölünür. Birincisi vacib olan zikirlər var. Məsəl üçün namazda rükû və ya səcdə halında edilən zikirlər. Bunlar vacib zikirlərdir. Olmasa olmaz yəni. Bir də var müstəhəb, yəni bəyənilmiş zikirlər var. Bəyənilmiş zikirlər isə namazdan sonra və yaxud insanın hər hansı bir halı ilə edilən, miniyə minərkən edilən zikirlər var, yatarkən edilən zikirlər var, uzanarkən edilən zikirlər var və s. Hər bir zikrin özünə məxsus fəzilətləri var. Yaxşı olar ki, insanlar, möminlər bu zikirlərdən daha çox istifadə etsinlər. Xüsusi ilə də zikirlər içərisində təsbihat-ı ərbəə deyilən zikir daha çox tövsiyə edilir. Peyğəmbər əleyhissalamın da mübarək kəlamlarının birində buyurulur ki, Elhamdülillah demək səma ilə yer arasını doldurar. Allah sizdən razı olsun. Demək ki, Allah İmam Cəfər Sadiqdən də, Bakuvi'dən söylədi, Seyyid Bakuvi'dən də, bütün İslam böyüklərindən də razı olsun. Nə gözəldir.
görüşlərdə dualar bir-birinə bənzəyir, zikirlər bir-birinə bənzəyir və YouTube kanalımıza xanımlar daha fəallıq göstərirlər. İzləyicilərimiz arasında bir bacımız, qızımız yazır ki, biz ziyarətlərə gedərkən, dəstəmaz alarkən ciddi problemlərdən biri məsin çəkilməsidir. Başımızı aça bilmirik. Təbii ki, inanclı bacılarımızdan gedir. Biz həmin vaxt nə etməliyik? Necə etməlidirlər? Başı məhz eləmək üçün mütləq şəkildə su başa yetişməlidir. Yəni, hicabın üstündən və ya hansısa bir örtüyün üstündən məhz çəkməyə icazə verilmir. Aha. Ona görə də özlərinə məxsus şəkildə şəraitdən istifadə etməlidirlər. Şərait yoxsa? Yəni, mütləq şəkildə məsəl üçün, bir pərdəli bir yerə keçməklə və yaxud hər hansı bir vasitə ilə o mükəlləfin özünün öz şəraitinə baxıb qərar çıxarmasıdır. Amma şəriət hökmü bundan ibarətdir ki, Saç islanmalıdır. Bəli, məhz birbaşa başa edilməlidir. Hər hansı bir maneə ola bilməz. Əhməd müəllim, buyurun, digər görüşdə. İndi şafiilikdə asandır. Bəli. Bir tükə də barmaq, islah yuyulmuş əlin barmağı bir tükə də dəysə, o məhz gerçəkləşmiş olur. Ancaq Cəfərilik və Hənəfilik eynidir. Demək, əlin içi, başın bu üst hissəsinin, yəni 1/4-ni saçın baş tərəfdən alın hissəsinə qədər məhz edilməsi lazımdır. Bunu da dəstəmaz alınan yerdə gerçəkləşdirmək mümkündür, o qədər də çətin məsələdir. Çox üzr istəyirəm, izləyicilərimiz də bilsin, əziz qonaqlarım, sizlər də bilin, imsaka Bakı vaxtı ilə 1 dəqiqə var. Bir daha söyləyirəm, Bakı vaxtı ilə. Bax, mən hər zaman söyləyirəm, birdən yanlış anlayırlar. Sübhün erkən çağında elə bunu yenə də təbəssüm üçün yox, ciddiyyətlə deyirəm. Bax, ənənəvi Azərbaycanda daha çox insanların daha çox bu görüşləri var, iki görüşləri. Bax, o dediyiniz hər iki görüşdə görürsünüz, oxşarlıqlar demək olar vəhdət halındadır. Ona görə həmişə deyirəm, olmazmı müasir İslam böyükləri, deyəcəklər Seyid Camal özündən islahat aparır. Olmazmı, bax, müasir İslam böyükləri bu fikri baxımdan ortaq bir nöqtəyə gəlsinlər. Bu insanlarımız bu qədər əziyyət çəkməsinlər. Əslində, məzhəbdə fərqli baxışları biz belə ifadə edə bilərik. Divarda asılı olan şəkil birdir. Quran birdir, din vahiddir, dəyişməzdir, vəhdət. Ancaq o divardakı şəkilə neçə nəfər baxırsa, orada o qədər sayda şəkil var. Məsələn, bu məhkəmələrdəki hakimlərin qanunlara baxışları kimidir, dindəki bu fərqli baxışlar. Çünki əslində bu fərqliliklər özü bərəkətdir əslində. Bunu niyə ayrıdır şəklində düşünməyək biz? Özü rəhmət vəsiləsidir. Belə deyək, elə bir məqam vardır ki, orada soyuqdur, dəstəmaz alacaq imkan yoxdur. Ancaq əgər əlindən qan çıxıbsa, orada məsələn, dinin rəhmət tərəfi oradadır ki, şafiyiliyin demək, hökmünə görə icazə verilir ki, o anda əgər heç bir imkan yoxdursa, digər alimlərin görüşünə görə də əməl edilə bilər. Buna təşəkkür edirəm. Təqlid deyirik. Bəli. İndi o keçən Ramazanda baş verən bir prosesi izləyicilərimizlə və sizlərlə bölüşürəm. Onsuz da imsak vaxtı tamamlandı. Çox maraqlı da o kilometrlərlə bağlı müzakirə gedirdi. Çox gərgin müzakirələr gedirdi. Bilmirəm, siz və yaxud Niyaz müəllimcil olan vaxt idi. İzləyicilərimiz yazırdı ki, bizə ən uyğun olanı bunu etməkdir, da böyləcə getmək istəmirəm. Baxırdılar, asan, ən uygunu hansıdırsa, sonra da xanım direktor olaraq qeyd edirdik ki, siz deyirdiniz, mən bu görüşdəyəm. Deyirlər, yox, bu mənə sərf edir. Yəni, burada da bəzən təbii ki, bir təbəssüm üçün dedim. İslam zorluq dini deyil. İslam bizə bəli, asanlıq dinidir. Hər bir görüşə bizim təbii ki, sayğımız, ehtiramımız var. Və Azərbaycanda məzhəblər arası, dinlər arası, millətlər arası tolerantlıq, xoşgörü elə yüksələn xətt üzrə inkişaf edir ki, biz də ideoloji baxımdan bu yüksəlişin təminat tribunasına çevrilməkdəyik. Yəni, ideoloji baxımdan deyirəm, dövlət bunun himayə edir. Dövlətin aidiyyəti qurumları bu məsələlərdə fəaldırlar. Amma düşünürəm ki, milyonların etibar etdiyi Azərbaycan İlahiyat İnstitutunun müəllimləri inamın işığında
öz çağırışları ilə ən az İslamın təməl prinsiplərini, İslamın gətirdiyi qaydaları, İslamın doğrularını, İslamın həqiqətlərini cəmiyyətə öz elmləri ilə, elə ədəbləri ilə, hətta zahiri görkəmləri ilə belə çatdırmağı bacarırlar. Allah bu yolda bizi utandırmasın. İnam komandası adına söyləyirəm. Buyurun, xanım redaktor. Sabah xeyir olsun. Mən sizin hər birinizi salamlayıram. Siz orada zəhmət çəkib bizi təlimatlandırırsınız. Birinci gündən axırıncı günə kimi. Bütün orada iştirak edən bütün sənətçiləri, alimləri, hamısını salamlayıram. Hamısına can sağlığı, uzun ömür, minnətdarlığımı bildirirəm. Mən özüm Çernobıl iştirakçısıyam. Birinci gündən də hər ildə oruç tutmuşam. Orucu Allah oruç tutanların bütün oruçlarını qəbul eləsin. İmanlı, dinli bəndələrdən olsunlar inşallah. Siz zəhmətinizi halal eləyin. Halal eləyin zəhməti. Mən sizin heç bir sual ehtiyacım yoxdur. Ehtiyac deyəndə o barədə demirəm. Yəni sual vermirəm sizə. Sizə sadəcə olaraq minnətdarlıq bildirirəm. Minnətdarlıq bildirirəm. Sabahın sübh çağında bütün hər birimizi, bütün imanlı insanları təlimatlandırırsınız, suallara cavab verirsiniz. Sizə dərin minnətdarlığımı bildirirəm. Çox sağ olun, var olun. Əgər səslənsə sizə minnətdaram. Təşəkkür edirəm. Xanım doktor mənə söylədi ki, siz eşitmirsiniz. Deyir, artıq dayanmadan minlərlə təşəkkürlər gəlir. Ən azı deyir, birini qoşmalıyam. Mən də işarə verdim ki, belə dedikdə işarə verirəm. Dedim, qoş. Halallıq, Allah izləyicimizdən razı olsun. Mən bu layihənin müəllifi olaraq və aparıcısı olaraq bütün haqlarımı bizə dəyər verən izləyicilərimizin hər birinə ana südü kimi halal edirəm. Sizlər də yəqin ki. Halallıq da ədəbdəndir, eləmi İbrahim müəllim? Əlbəttə ki, halallıq ədəbdəndir və ən böyük ədəbdən biridir deyərdim. Çünki halallıq elə bir mühüm məsələdir ki, əgər bu dünyada baş verməsə, mütləq qiyamətin günündə o şəxslər üzləşdirilib, bir-birlərindən halallıq almaları onlardan tələb ediləcəkdir. Çox təşəkkür. Bəli. Buyurun. Buyurun, xahiş edirəm. Hətta bir rəvayətdə var ki, məsələn, bir-birinin boynunda haqqı qalmış insanlar əgər hər ikisi cənnət əhli olarsa və bir-birlərinə halallıq verməzlərsə, Allah qiyamətin günündə digərinə o qədər şey vədə verər ki, və nəhayət onu razı salar ki, digər mömin qardaşına halallıq etmiş olsun. Çox təşəkkür edirəm. Artıq əziz izləyicilərimiz, dəyərli dostlarım, qardaşlarım, siz ev sahibisiniz. Bakı vaxtı ilə azan vaxtıdır. Qarabağ qazisi, Quran hafizi Sadiq Məmmədovun Quran azanını eşidək. Buyurun. Allahu Ekber, Allahu Ekber. Allahu Ekber, Allahu Ekber. أشهد أن لا إله إلا الله أشهد أن لا إله إلا الله أشهد أن محمدا رسول الله أشهد أن محمدا رسول الله حي على الصلاة
حي على الصلاة حي على الفلاح حي على الفلاح الصلاة خير من النوم الصلاة خير من النوم الله أكبر الله أكبر لا إله إلا الله. Qarabağ qazisi, Quran hafizi, əziz nurlu qardaşım Sadiqimizə dualarımla təşəkkür edirəm. İndi isə ustadım dua anıdır. Qurban olum Allahım, sən eşidən və bilənsən, sən yoxdan var edənsən. Səni ad verirəm bu mübarək ayın olan Ramazan eşqinə. Səni ad verirəm müqəddəs Ramazanda indirdiyin Qur'an eşqinə. Səni ad verirəm Məhəmmədi Mustafa eşqinə. Səni ad verirəm onun mübarək əhl-i beytinə, ev xalqına, 4 xəlifiyə, siddiqlərə, sadiqlərə, müttəqilərə, Uhudun, Bədrin, Xəndəyin, Kərbəlanın, Çanaqqalanın, Qarabağ şəhidlərinin mübarək ruhlarına xatir. Bizləri bağışlanmış bəndələrindən qərar ver. Tövbələrimizi qəbul elə Allahım. Günahlarımızı keç, eyiblərimizi ört. Qurban olum Allahım. Ailələri bir-birinə mehriban qərar verginən. Bir qızımız necə ürək ağrısı ilə mən itayət və ibadət edirəm, həyat yoldaşım axirətə iman gətirmədi deyir. Onun halına ağrıyır, acıyır, üzülür. O üzülən iman nuru ilə bəzənmiş könlə xatir, onun da həyat yoldaşını hidayət et, ona qəzəblənmə, onu da mərhəmətinlə imana gətir Allahım. Allahım bizləri imanda sabit qədəm qərar verginən. Bizləri dininə, mənəvi dəyərlərinə, mədəni irsinə, birlik və bərabərlik, vəhdət içərisində yaşayışımıza, sevgi və rəğbətlə bağlananlardan qərar ver Allahım. Bu dövlətə, bu xalqa, bu orduya sonsuz mərhəmətin, lütfünlə zəfəri sən ehsan etdin Allahım. Sən 30 illik töhmət deyirlər, 500 illik tamarzı qaldığımız bu xalq, bu dövlət üçün zəfəri sən bizlərə ərşdə ehsan etdin. Sən ərşdə Qarabağın xilaskarı, Qarabağın fatihi İlham Əliyevi özün seçsin. Ona qətiyyət, ona iradə, ona güc verdin. İndi isə yalvarıram, ona səbir ver. Onu həmşəkindən
daha da çox gücləndirib, dünya güc mərkəzləri qarşısında bu xalq və bu dövlət adına daha da şövqlə, daha da cəsarətlə, daha da uğurlu siyasətlə dayanması üçün daha da gücləndir, ya Rəbbim. Ordumuzu onun rəhbərliyi ilə Uhudun, Bədrin, Xəndəyin, Kərbəlanın, Çanaqqalanın, 1-ci Qarabağ müharibəsinin aslanları kimi zəfərə götürdün. Canlarını nəzir dedilər. Çoxusu şəhid, çoxusu qazi oldu. İndi isə sənə yalvarıram. Bu vətən, bu dövlət, Qarabağ torpaqları uğrunda canlarını fəda etmiş şəhidlərimizi Kövsər başında könüllərin sultanı, İslamın günəşi Məhəmmədi Mustafa ilə görüşənlərdən qərar ver. Diri şəhidlərimiz olan Qarabağ qazilərinə can sağlığı ver. Dövlətimiz himayə edir, lakin yenə də ağrıya, sızıltıya məruz qalıb gecələri ağrıyırıq, dualarına çox inanırıq deyən qazilərimiz var. Onlara şəfa ver, ya Rəbb. Xalqımıza dərd verib dərman axtartma, Allahım. Bədxəstəliklərə məruz qalan biz çarəsizik, bizə dua edin deyən insanlarımız var, xəstələrimiz var. Ey çarəsizlərin çarəsi, ey kimsəsizlərin kimsəsi, o xəstələrə şəfa ver, ya Rəbbim. İstək hacətlərimizi, arzularımızı xeyirlisi ilə qəbul elə, ya Rəbbim. Övladlarımızı əməli salih, dininə, dövlətinə, bayrağına, soyuna uğur gətirənlərdən qərar ver, Allahım. Burada da olmayıb qürbətdə təhsil alan, işləyən, fərq etməz övladlarımız var, soydaşlarımız var. Onları da hər cür pisliklərdən, cinlərdən, şeytanlardan, zərərli vərdişlərdən özün uzaq tut, ya Rəbbim. Övladı olmayanlara, ya Rəbbim, bir nütvə sudan övlad ver, bu ki sənin əlindədir, ya Rəbbim. Evsizlərə ev ihsan elə, ya Rəbbim. Borçluların borcunu ödə, ya Rəbbim. Küsülləri, qırıq könülləri barışdır, ya Rəbbim. Allahım, bu an soyuq havada bizi qoruyan qəhrəman zabit və əskərlərimizi düşmən hiləsindən, düşmən gülləsindən hər bir an mühafizə edərək öz əmanətində saxla. İmtahan verən və verəcək övladlarımıza zehin açıqlığı ver. Bizləri ağ valideyn olmaqdan mühafizə elə, ya Rəbbim. Malı, mülkü verib, ağlımızı başımızdan alacaqsansa, bizi yanlış yollara sövq etməyimizə səbəb olacaqsa, onu etmə, ya Rəbbim. Sağlam canla, imanla hər birimizə xeyirli olan mal, mülk, zənginlik nəsib elə, ya Rəbbim. Allahım, bir də bu əziz günlərdə sənə yalvarıram, səndən diləyirəm. O insanlar ki var, bu vətən üçün, bu dövlət üçün, dövlətindən belə təmənna gözləməzlər. Bu dövlət mənim namusum, mənim şərəfimin mühafizəsi üçün vacibdir. Onu qorumaq iman məsələsidir düşüncəsini könüllərinə hakim edərlər. Onları sən hamıdan yaxşı tanıyırsan, Allahım. Onları da sahibsiz buraxma, ya Rəbbim. Ya Rəbbim, sənə yalvarıram. Quruda, havada bizi qoruyan Azərbaycan silahlı qüvvələrini özün qoru, ya Rəbbim. Sənə yalvarıram, ya Rəbbim. Qəlbimizdən kini, nifrəti, qul haqqına girməyi uzaq tut, ya Rəbbim. Bu Ramazanı bizlərdən xalq olaraq, inananlar olaraq razı sal, ya Rəbbim. Son duamı ayrıca təvəqqə edirəm. Ya Rəbbim, qəbul eylə Azərbaycan dövlətinin, Azərbaycan xalqının düşmənlərinə bir an olsa belə fürsət vermə, ya Rəbbim. Qoy dualarımız ərşə ucalsın. Qoy ərşdə Allah dualarımıza xeyirlisi ilə əziz ustadlarım ol desin. Hazırsınız bu suallardan qəbul edək. Buyurun. Selamun Aleyküm ve Rahmetullahi ve Berekatuhu.
Allah'tan qıldığımız namazların və tutduğumuz orucların qəbul olunmasını diləyirəm inşallah. Sualım belədir. Dəstəmaz alarkən corab üstünə məs çəkmək olarmı? Bir də corabın qalın və nazik olmasına da aydınlıq gətirin zəhmət olmasa. Bir də namaz qılarkən onun qarşısından, yəni səcdədən aralı onun qarşısından keçmək olarmı? Heç bir maniyə qoyulmadan, yəni sütunu olmadan onun qarşısından keçmək olarmı? Və buna da bir aydınlıq gətirin zəhmət olmasa. Təşəkkür edirəm. Mən burada hər iki görüşün münasibətini alacağım inşallah. Kövsər müəllim, buyurun. Bəli, bu barədə dediyiniz kimi görüşlər Fərqli arasında münasibət fərqlilik var. Bir görüşə görə dəstəmaz alarkən məs etmək kifayətdir. Digər görüşə görə ayaq yuyulmalıdır. Amma bununla bərabər məs üzərinə məs etməkdən də söhbət gedir. Məs üzərinə məs edərkən, məs dediyimiz ayaq üzərinə, ayağa geyinilən bir cür məsdir. Bu corab formasındadır. Xüsusi corablar da var. Xüsusi corabdır, bəli. Bu suyu içəri keçirməyən corabdır. Yəni, adi corab üzərindən məs etmək, yəni ayağa suyu keçirirsə əgər o corab, incə bir corabdırsa, bu məs yerinə keçməz. Hətta məsi belə izah edirlər ki, tutaq ki, müəyyən bir məsafədə siz əgər onunla ayaqyalın, başqa ayaqqabı geyinmədən gedəcəyiniz təqdirdə aşınıb ayağınızdan çıxacaqsa, bu məs hökmündə sayılmaz. Yəni, məsin möhkəm bir materialdan olması lazımdır. Adətən dəri materialından və ya buna bənzər materiallardan olur ki, su keçirməsin. Bu şəkildə əgər bir corabdan söhbət gedirsə, bəli, dəstəmaz aldıqdan sonra... Bir görüşdə münasibət belədir. Bəli, dəstəmaz aldıqdan sonra bu məst geyinilir və ondan sonraki dəstəmazlarda onun üzərinə məs çəkilir. Bu kifayət olur. Namaz qılarkən önündən keçmək. Namaz qılarkən öndən keçmək doğru bir iş kimi qəbul olunmur. Bu da ədəbə bağlıdır. Adətən namaz qılanlar, yəni divar önündə namaz qılırlarsa elə məsafədə dururlar ki, aradan başqa adam keçə bilməsin və ya bunun qarşısını almaq üçün sütrədən istifadə olunur. Yəni, təmsili olaraq səcdə yerinin önünə bir əşya qoyulur və onunla sanki səcdə edildiyi yerlə insanın arasından birisinin keçməməsinə şərait yaradılır. Amma başqa, indi bizdə vəziyyət belədir ki, məscidlərdə bəzən görürsünüz ki, bax bu şəkildə bunu nəzərə almayan insanlar olur. Adətən çox insan bunun fərqində olaraq buna riayət edir, amma qarşısından keçirlər. Bəzən görürsünüz şəraitdən asılı olaraq. Bəzən o da anlaşılandır. İbrahim müəllim məscid imamıdır. Buyurun, davam edin. Bəli, yəni buna diqqət etmək lazımdır ki, şəxs keçməsin qarşısına. Təşəkkür edirəm, minnətdaram. İbrahim müəllim, siz həm də məscid imamısınız, amma öncə məslə bağlı, digər görüşün münasibəti, yəni cəfərlikdə münasibət. Bəli, Cəfəri məzhəbinə görə corab üzərindən məs etmək icazəli deyil. Yəni qəbul olunmur. Qəbul olunmur. Əgər kimsə belə eləsə, dəstəmaz batil hesab edilir. Çünki dəstəmaz üzvləri mütləq şəkildə məs olunan yerlər, yəni baş və ayaq məs edilməlidir. Yuyulacaq yerlərə də su lazım olan səviyyədə yetişməlidir. Hər hansı bir maniyə, böyüklüyündən, kiçikliyindən asılı olmayaraq olarsa, dəstəmaz keçərsiz olur. Namaz qılarkən də onun önündən keçmək əlbəttə ki, bir ədəb qaydası deyil. Lakin namaz qılan şəxsin önündən keçmək, namaz qılan şəxsin namazına xələl gətirməz. Minnətdarım, hər iki görüşün münasibətini bildirmək mənim boylumun vəzifəsidir. Birlik və bərabərliyin, vəhdətin yaşadılması üçün, mühafizə olunması üçün. Hörmətli ustadım, Əhməd müəllim, Lamiyə Babayev adlı izləyicimiz ən kiçik sualları belə biz gündəmə gətirir. Çünki bir-birinə bənzəyənlər çoxdur. Bildirir ki, çoxlu qəzaları olan şəxsin oruç tutması nə qədər doğrudur? Oruç qəzalarından gedir. Yəqin ki, bəli. Müsəlman Ramazan ayına çatdığı zaman o Ramazanın orucunu tutmalıdır. Hər şeydən əvvəl Ramazan ayında sadəcə Ramazana məxsus bu vacib olan orucu tutmaq lazımdır. Fərdi ibadət olaraq. Bəli, fərdi ibadət olaraq. Bu Ramazan ayında biz hər hansı bir başqa borc olan qəzaları
veya nezir oruçlarını, kim nafile oruçları, kim hiçbir orucu bu Ramazan ayında tutabilmirik. Ramazan ayında sadece o Ramazan'a məxsus bu vacip olan orucu tuturuk. Ancak eğer üzerimizde geçmişe dair qəzalar varsa o qəzaları Ramazandan sonra yerine yetiririk. Ramazan ayı haricinde ilin hansı mövsümünde istese yerine yetirebilir. Cavab verirsiniz mi İbrahim bəy? Bəli. Yoxsa eynidir görüş? Cəfəri məzhəbinə görə boynunda qəza orucu olan şəxs müstəhəb oruc tuta bilməz. Ha, bu da var. Amma Ramazan ayı vacib oruc olduğuna Cəfərlikdə belədir. Təşəkkür edirəm. Bu arada yüzlər deyil, minlər sizin ilahinizi istəyirlər və xüsusi olaraq xanım Lidaktonun rəhbərliyi ilə yuxarı mərtəbədə peşəkarlıqla, fəal bir şəkildə bizi dünyaya çatdıran komanda fəaliyyət göstərir və onlar israrlı olaraq hətta xəbəriniz yoxdur, bizdən tələb edirlər, məndən yəni tələb edirlər. Məncə vaxtı və məqamıdır. Çox haqlıdırlar ancaq. Yetirirsiniz yoxsa yox. Ya Resulallah, Ya Habiballah, Ya Nebiyallah, sallallahu ala Muhammed, sallallahu aleyhi ve sellem, sallallahu ala Muhammed, sallallahu aleyhi ve sellem. Mevlaya salli ve sellim daimen ebede ala habibike hayril halqi kullihim. Mevlaya salli ve sellim daimen ebede ala habibike hayril halqi kullihim. محمد سيد الكونين والثقلين محمد سيد الكونين والثقلين والفريقين من عرب ومن العجم والفريقين من عرب ومن العجم مولاي صل وسلم دائما أبدا على حبيبك خير الخلق كلهم هو الحبيب الذي ترجى شفاعته هو الحبيب الذي ترجى شفاعته لكل هول من الأهوال المقتحم لكل الهول من الأهوال المقتحم مولاي صل وسلم دائما أبدا على حبيبك خير الخلق كلهم يا ربي بالمصطفى بلغ مقاصدنا يا ربي بالمصطفى بلغ مقاصدنا واغفر لنا ما مضى يا واسع الكرام واغفر لنا ما مضى يا واسع الكرام مولاي صل وسلم دائما أبدا على حبيبك خير الخلق كلهم مولاي صل دائما أبدا على حبيبك خير الخلق كلهم مولاي صل وسلم دائما أبدا على حبيبك خير الخلق كلهم. Allah razı olsun ustadım. Bilirəm,
Çox yorğun olduğunuz bir halda 2 saat canlı efirdə və bizim bu xahişimizi nəzərə aldınız. Bilirsiniz, Allah sizi var etsin, səsinizə, nəfəsinizə, ruhunuza güc versin, canınıza sağlıq versin. Artıq 100 minlərin könlünü fəth etmişsiniz. Azərbaycan İlahiyyat İnstitutunun kafedra müdürü, ilahiyyatçı alim, bax, belə olar. İnsanların 10 illərdir Azərbaycanın dini mühitində, mənəvi mühitində belə gözləyirdilər, belə gözləntilər vardı. Şükürlər olsun, Azərbaycan İlahiyyat İnstitutunun bütün peşəkar komandası öz elmləri ilə, davranışları ilə bunu inamın işığında sərgiləyə bilirlər. Buna görə sizə təşəkkür edirəm. Sponsora keçid edirik, buyurun. Ekoloji təmiz, keyfiyyətli məhsulları qidamıza əlavə etməyin çox böyük önəmi var. Gigiyenik tələblərə uyğun, beynəlxalq standartlara cavab verən, əvəzolunmaz dadı ilə sizlərə təqdim olunan cənnət kolbasa və sosisləri yüksək keyfiyyətli ət məhsullarından istehsal olunur. Müxtəlif çeşiddə hazırlanan kolbasa və sosislər ət məhsulları sektorunda qısa müddətdə yüksək qiymətləndirilərək həm dadı, həm də keyfiyyəti ilə istehlakçı tərəfindən nümunəvi məhsul adını qazanıb. Cənnət kolbasa və sosisləri sağlam gələcəyimiz naminə məsuliyyəti dərindən dərk edir və ailənizin bütün üzvlərinə əminliklə tövsiyə olunur. Dadına və keyfiyyətinə, eləcə də halallığına əmin olacağınız məhsul Cənnət kolbasa və sosisləridir. Təşəkkür edirik verilişimizin baş sponsoru olan Cənnət kolbasa və sosislərinə. İnan verilişinin sponsoru Hacı Seylon çayıdır. Unikal dada və ətra malik Hacı Seylon çayının keyfiyyətini onu dadanlar çox gözəl bilir. Çay sevənlər hazırda Hacı Seylon çayının özünə məxsus təravətli dadına böyük üstünlük verirlər. Qeyd edək ki, bu çayın üzərində keyfiyyət nişanəsini göstərən xüsusi qalagram var. Bu qalagram Şri Lanka hökumətinin məhsula verdiyi icazədir. Hacı çayı, imtina edilməyəcək təklif. Şah plov düyüləri. Himalay dağlarının ətəklərində xüsusi qulluqla yetişdirilən bol ətirli əsl basmati Hindistan düyüsüdür. Bol artımlı 11-21 ölçüsündə olan şah plov düyüləri ağız dadınıza uyğun ən yüksək keyfiyyətə malikdir. Ən xoş günlərimizdə süfrələrimizi bəzəyəcək düyü. Cənnət ətirli şah plov düyüləri olsun. Dualarımızın hər birinə dualarımla təşəkkür edirəm. Allah Taala sponsorlarımızın, hər birimizin, xalqımızın, dövlətimizin ruzisini xeyirlisi ilə çoxaltsın və bol qərar versin. Dərhal suallardan qəbul edəkmi? Çünki vaxtımız çox az qalır. Buyurun. Sabahınız xeyir olsun. Dəyərli Seyid Camal müəllim və onun qonaqları, hamınız bizim üçün dəyərlisiniz. Hamınızı çox bəyənirik, çox gözəl danışırsınız, çox gözəl Quranı izah edirsiniz. İndi də duadan danışırsınız, duanın keyfiyyətlərini, duanın bizə verdiyi o gözəlliklərini çox gözəl açıqlayırsınız. Təşəkkür edirəm. Mənim ən sevdiyim dualardan biri də Fatihə surəsidir və İxlas surəsidir. Bunları tez-tez zikr etməyi xoşlayıram. Və deyirlər ki, Fatihə surəsi şəfa verici surədir. Təşəkkür edirəm gözəl dualarınıza görə, bizə verdiyiniz dəyərə görə mən də belə bir dua edirəm. Allahım bizə necə 100 minlər, xüsusi olaraq Ramazan ayında dəyər verirlər. Rəbbim sənə yalvarıram, o şəxsləri hamıdan yaxşı tanıyırsan, onları da öz dərgahında dəyərli olanlardan qərar ver. Bu dua da məncə gözəl alındı, eləmi? Kövsər müəllim, buyurun. Allah razı olsun. Cümləmizdən. Bəzi surələr var ki, bəzi Quran-ı Kərimin içərisindən dualar var ki, insanlardan bəzilərinin çox xoşuna gələr. Yəni, Quran-ı Kərimin bir hissəsini baxarsan bir insan çox sevər. Daha çox dilinə dolayar, daha çox təkrarlayar onu. Hətta səhabədən də belə bir rəvayət nəql olunur ki, Əhməd müəllim əgər düzgün xatırlamasam kömək eləsin. Biri gəlib Peyğəmbərə deyir ki, filan sahabə deyir, bütün namazlarda İxlas surəsini oxuyur deyir. Halbuki, yəni namazda, qiyamlarda fərqli-fərqli surələr oxunur. Deyir, bütün namazların, bütün rükətlərində Fatihədən sonra İxlas soruşur. Və Peyğəmbər onu çağırıb soruşur ki, niyə sən belə edirsən? Deyir ki, o surəni sevirəm mən deyir. Nəticə etibarilə, bax, bu şəkildə müəyyən duaları insanlar sevə bilirlər. Fatihə surəsi də həqiqətən həm bir dua baxımından, həm içərisində belə bir şey deyirlər, təfsirlərdə bu qeyd olunur. Deyilir ki, bütün kitabların xülasəsi Quran-ı Kərimdir. Quranın xülasəsi isə Fatihə surəsidir deyilir.
O baxımdan içərisində həm dua var, həm Allaha yalvarış var, həm hidayət yolunu istəmək var. Allahın sifətləri o surənin içərisində yer alır. O baxımdan əlbəttə ki, onu çox-çox təkrarlamaq faydalıdır. Quran-ı Kərim oxumağın şifa olduğuna gəlincə, həqiqətən Quran-ı Kərim oxumaq şəfadır. Bu qəlblərə şəfadır. İnsanların qəlbi xəstəliklərinə, qəlblərindəki olan xəstəliklərə şəfadır. Quran-ı Kərimin şəfa olmasını birinci növbədə bu şəkildə başa düşmək lazımdır. Quran-ı Kərim mənəvi cəhətdən bizim xəstəliklərimizi aradan qaldıran bir şəfadır. Amma bəzi alimlər, eyni zamanda bəzi rəvayətlərdə gəlir ki, Quran-ı Kərim oxumaq eyni zamanda fiziki mənada da bir şəfaya səbəb ola bilir. Burada şəfaya səbəb olması onun bir dua olmasından irəli gəlir. Oxuduğumuz surələrdə, oxuduğumuz Quran hissələrində müəyyən dualar olur. O dualar səbəbilə Allahın şəfa verdiyi qəbul olunur. Bax, bu şəkildə yanaşmalar var. Minnətdaram. Layiqli bir cavabdır. İbrahim müəllim, fikriniz varmı? Kifayət qədər izah elədim. Təşəkkür edirəm. Növbəti sual xanım redaktor. Salam, hər vaxtınız xeyir. İnam ailəsi. Sizə belə bir sualla müraciət etmək istəyirəm. Yoldaşım təzə dünyasını dəyişib. Mən ona gündəlik hansı duaları oxuyub ona hədiyyə eləyə bilərəm. Bir dənə məni bu yöndə yönləndirərsiniz. İnşallah ki, oxuyub duaların savabını yoldaşıma hədiyyə eləyə bilərəm. Allah rəhmət etsin. Allah axirətini xeyirli qərar versin. Allah hesabını yüngül qərar versin. Biz də inamın işığında belə bir dua edək. İbrahim müəllim, buyurun. Dünyadan getmiş şəxsə Qur'an-ı Kərimdən hər hansı bir ayəni və ya surəni oxuyub onun savabını həmən şəxsə həvalə eləmək keçərlidir. Hətta bu mövzuda kifayət qədər hədis mənbələrində hədislər belə var. Əqra'u Yasinə alə mavtakum başlığı ilə Yasini ölülərinizə oxuyun deyə bu mövzuda çoxlu hədislər var. Və bundan əlavə də təkcə Qur'an-ı Kərim deyil, hər hansı bir məsələn sədəqə olsun və ya hər hansı bir savab əməl olsun, insan o əməli edib dünyadan köçmüş şəxsin ruhuna hədiyyə olaraq verə bilər. Təşəkkür edirəm, mükəmməl bir cavabdır. Əlavəniz varmı yoxsa? Haşr suresinin 110. ayəsində Uca Allah buyurur ki, bizim necə dua etmemiz lazım olduğunu Kur'an bize gösterir. Orada da belə dua edin deyilir. Euzubillahimineşşeytanirracim. Bismillahirrahmanirrahim. Rabbena gfir lena ve li ihvaninellezine sebekune. Ey Allah'ım, bizi de bağışla, bizden evvel dünyadan köçenlerimizi de bağışla. Böyle özüne dua ettiği zaman o dünyadan köçenlere de dua ederek arkasından da müəllimin dediği kimi hər hansı bir ibadet növüyle ya Kur'an tilaveti ya sədəqə ya qurbanla xeyir savab bir işlə. Ona xeyir savab minnətdaram. Hər ikinizin cavabınız məncə izləyicimizi də qane etdi. Çünki mükəmməldir. Quranın hökmlərinə dayanır. Hədislərin işığında da layiqli bir cavabdır. Buyurun xanım redaktor. Mübarək gecələrinizi salamlayırıq. Biz bilmək istəyirik Qədir gecələrinin günlərini. Biz bu gecə Qədir gecəsi bilib səhərə qədər gözəl dualar etmişik, ibadət etmişik. 2 nəfər qonşu. Sevinirik özümüzdəki bu günlərimdə başqa günlərdən fərqli olaraq gözəl dualar etmişik. Qədir gecəsi oldu, olmadı. Yəni bizim özümüz üçün də Allah yolunda gözəl dualar etdik. Amma dəqiq vaxtını bilsək, bizə xahiş edirik, məlumat verərdiniz, dəqiq vaxtını bilərdik. Üzürlü sayın bizi. Hal-hazırda da ekranda sizi izləyirik. Hər dəfə verilişlərinizi sevə-sevə izləyirik və çox şey öyrənirik sizlərdən. Təşəkkür edirəm. Allah da sizi sevsin, sevindirsin. Bizi sevənlərin hər birini Allahdan təvəqqə edirəm ki, Allah da o sizləri sevsin, sevindirsin. Biz bunu mən xüsusi olaraq Kövsər müəllim cavablandırarsanız son 10 günlə bağlı. Biz yenə də
Onsuz da hər günü biz Qədir gecəsi kimi keçiririk. Hər gün sübhün erkən çağında saat 4-də canlı efirdə oluruq. Diqqətinizə çatdırıram ki, ehtimal olunan sabah Qədir gecəsini biz saat 3-də izləyicilərimiz bilsin, yenidən Azərbaycan İlahiyyat Enstitüsünün müəllimləri ilə İnamın işığında sizlərə xidmət üçün gələcək. Saat 4-də deyil, saat 3-də, 1 saatda yenə erkən Space televiziyasının rəhbərliyi bizə əlavə 1 saatda vaxt ayırıb. Allah razı olsun. Görsel müəllim, buyurun. Xanım sualında deyir ki, biz bilmədən bu gecəni ibadətlə keçirmişik. Çox yaxşı eləyiblər. Əlbəttə ki. Çox yerinə düşübdür. Zaten biz ilk günlərdən də deyirik ki, Ramazanın son 10 günü Qədir gecəsi Ramazanın son 10 günündədir. Və düzdür, rəvayətlərdə gəlir ki, tək gecələrdədir. Yəni 19, 21, 23, 25, 27-ci gecələrdə axtarın deyir Həzrət Peyğəmbərdən gələn hədislərdə. Amma ümumilikdə biz Ramazanın son 10 gününün hamısını Qədir gecəsi bilərək o şuurla ibadət edirik, dualar edirik. Peyğəmbər də adətən Ramazanın son 10 günü gələndə etikaf deyilən bir ibadətə çəkilərdi. Etikaf Həzrət Peyğəmbərdən gəlməklə bərabər müsəlman ənənəsində də bugün də yaşayan bir formadır. Ramazanın son 10 günündə belə deyək, insanlar bir ibadət yerinə çəkilib, məsciddə ola bilər, evinin bir küncündə ola bilər, fərq etməz. Bax, bu Ramazanın son 10 gününü gündüzləri oruçla, gecələri ibadətlə, namazla, dua ilə, zikirlə keçirməklə bu 10 gündən maksimum dərəcədə istifadə etməyə çalışırlar. Ona görə xanımların etdikləri doğrudur, Allah qəbul etsin. Və özü də söyləyir ki, inamı izləyirlər ekran qarşısında. 100 minlərlə bizi izləyənlərə ayrıca salam və dualarımı göndərirəm və Allahdan təvəqqə edirəm ki, Allah Teala itaat və ibadətlərinizi, oruç və namazlarınızı, diləklərinizi, zikirlərinizi, dualarınızı qəbul etsin xeyirlisi ilə. Buyurun, xanım redaktor. Namazının birinci fərzini qılıb, sonra sünnət qılıram, daha sizin də şükür namazı qılıram. Mənə deyirlər ki, bu düzgündür, sübh namazında birinci sünnətlə qılınmalısan, sonra fərzin qılınmalısan. Şükür namazı isə günəş çıxandan sonra qılınmalıdır. Bu düzdür, düzmüdür? Xahiş edirəm, cavablandırardınız. Təşəkkür edirəm. Təşəkkür edirəm, Allah qəbul etsin. İbrahim müəllim, buyurun. Sübh namazının sünnəsi və yaxud nofiləsi 2 rükətdir. Sübh namazından öncə qılınır. Şükür namazına gəldikdə isə onun üçün xüsusi bir zaman və xüsusi bir məkan yoxdur. İnsan istədiyi vaxtda şükür namazını qıla bilər. Təşəkkür edirəm. Digər görüşdə Əhməd müəllim. Əhl-i sünnədə sübh namazının fərzini qıldıqdan sonra hər hansı bir namaz qılınmaz. Ona görə günəş çıxdıqdan 45-50 dəqiqə sonra duha namazı qılınır və əgər şükür namazı qılınacaqsa, bəli, arada o 45 dəqiqə məkruh vaxtı gözləyib sonra qılması lazımdır. Ən azı 45 dəqiqənin falan keçməsi lazımdır. Bəli, təşəkkür edirəm. Hər iki görüşün münasibəti idi, əziz izləyicilərimiz. Buyurun. Sabahınız xeyirli olsun. Ramazan ayınız da mübarək olsun. Deməli, mən hər gün verilişlə bərabər, bəlkə ondan da əvvəl dualarım var, dualar eləyirəm. İmsak vaxtına qədər. İmsak vaxtı, deməli, dualarda, sizin dualarda, verilişdə gedən dualara ağlayaraq, göz yaşlarımla amin deyirəm. Bu halda mənim dəstəmazım pozulmuş olur, ya necə? Çox xahiş edirəm, yəni bu sualıma cavablandırasınız. Allah göz yaşlarınızı, sevinç göz yaşları qərar versin. Əhməd müəllim, 10 minlərlə günah olar, 100 minlərlə izləyicilərimiz etdiyimiz dualara ekran qarşısında amin deyirlər. Vətənimizin, dövlətimizin, xalqımızın mənafeyi üçün dilədiyimiz dualara. Bu da bir bəxtiyarlıqdır. Hər birinin qarşısında baş əyirəm. Allah dualarımızı qəbul etsin. Göstər müəllim, buyurun. Bəli, ağlamaq əslində dəstəmazı pozan məsələlərdən biri deyil. Amma bəzi alimlərin ictihadında belə bir məsələ var. İndi müəllimlərimiz onu qeyd edirlər. Çünki dəstəmazı pozan məsələlər içərisində bunlar var. İnsan ola bilər ki, namaz əsnasında da ağlaya bilər.
gözündən yaş gələ bilər. O baxımdan dəstəmazı pozmaz. Amma dediyim kimi, müəyyən fərqli görüşlər də var. Təşəkkür edirəm. Deyəsən, Yunus Əmrənin Allah rəhmət etsin, onun sözləridir. Dünyanın ən gözəl gülləri nəmişli yerlərdə bitər. Ustadım, var mı əlavəniz? Yox, kifayət. Müəllim. Dəstəmazı pozan hallar var. O hallar içərisində Kövsər müəllimin də qeyd etdiyi kimi ağlamaq deyə bir şey yoxdur və tamaşaçı sual verir ki, mən ağlayaraq dua edirəm. Etdiyim dualara amin deyir. Mövzumuz da dua ədəbidir və biz bilirik ki, dua edərkən bir neçə şey önəmlidir. Bir hissəsinin Əhməd müəllim verilişin əvvəlində qeyd etdim. O önəmli məsələlərdən də biri insanın həm dəstəmazlı olması, həm də dua edərkən ağlamasıdır. Mən könlümdən sözülüb gələn ixlas, təqva dolu könül sahibliyi ilə ustad dualar edirəm. Biraz da üzülürəm ki, əgər insanlar o dualara amin deyərkən duyğularıyla göz yaşlarını tökürlərsə, mənim orada günahım yoxdur ki. Sağ olun. Yox, təqvaya vəsilədir. Allah razı olsun. Peyğəmbərin bir hədisində qısaca deyim, hətta deyir ki, o qəlbi daşlaşmış, ağlamağı unutmuş insanlar belə dua əsnasında, namaz əsnasında özlərini ağlamağa məcbur eləsinlər. Çünki o gözdən yaşın gəlməsi qəlbin yumşalmasına bir işarədir, buna vəsilədir. Onda mübarək səbəbkar ola bildiksə, xoş bizim halımıza. Bəli. Səhabələr içərisində bir qrup olub, onlar bu kaun adlanıblar, yəni ağlayanlar. Gecə-gündüz Allah qorxusundan ağlayaraq dualar ediblər. Allahın adı çəkiləndə qəlbi titrəyənlər. Mən sizə təşəkkür edirəm. İbrahim müəllim, mənim əziz qardaşım. Əhməd müəllim, əziz qardaşım. Kövsər müəllim, əziz qardaşım. Allah sizdən razı olsun. Sizlər rahat bir şəkildə gedib inamın işığında bizi izləyə bilərdiniz. Bol-bol zikir və dualar içərisində. Ancaq gəldiniz ibadət formasında olan inamın işığında xalqımıza Ramazanın fəzilətlərini bərabər bölüşdük. Bu dini maarifləndirmə işində göstərdiyiniz fədakarlığa görə hər üçünüzə dualarımla təşəkkür edirəm. Allah ailəcə hər birinizi qorusun. Var olasınız. Əziz və vəfalı inamsevərlər, sonuna qədər bizi izləyənlər, dualarıma amin deyən könül sahibləri, könülləriniz abad olsun. Allah itaət və ibadətlərimizi, oruç və namazlarımızı əksikləri ilə qəbul etsin. Oruç da tutmayıb, namaz da qılmayıb, İndi rahat bir şəkildə yatan çoxlu soydaşlarımız var. Allah onları da qəzasız, xətasız, yuxudan oyanaraq işlərinin başına getməyi, bol-bol yardımlaşmağı, paylaşmağı, ən azından iman və təqva könlü sahibliyi ilə, itaət və ibadətlə Ramazanın işığında oruç tutmağı qismətləri etsin. Paylaşsınlar, yardımlaşsınlar. Bu da bir ibadət formasıdır. Hər birinizi Allah'a əmanət edirəm. Dualarınızda bizi, İnam komandasını, İnam komandasında gəlib sizləri öz elmləri ilə, İslami bilikləri ilə marifləndirən ilahiyyatçilərimizi də unutmayacağınıza əminəm. Allah'a əmanət olun. İnşallah iftara doğru bugün saat 18:00-da sizlərlə yenidən görüşmək duaları ilə ayrılıram. Uca, əziz Rəbbimiz, canımız, can, Azərbaycanımızı qorusun.